Hamını salamlayırıq. Zəngimiz artıq rekord olunur. Bu qısa bir məlumat verim. Deməli biz Ağac kanalı və Allegoriya layihəsinin rəhbəri Mədinə xanımla birlikdə incəsənət haqqında çoxdan da söhbət eləmək istəyirdik. Mən onu soru-suala tutmaq istəyirdim. Axır ki, bayram tətilinin sayəsində vaxt edə bildik və biz bu söhbəti başladırıq. Xoş gəlmisiniz Mədinə xanım. Qısaca özünüz haqqında, Allegoriya layihəsi haqqında belə məlumat verə bilərsinizmi? Özüm haqqında qısa bir məlumat verim. Mən Mədinə İlham, jurnalistəm. Bir çox deməyim, 2 transmilli beynəlxalq media subyekti ilə əməkdaşlıq eləmişəm. Amma bundan əlavə fakt yoxla və bir sıra adını artıq çəkmək istəmədiyim bir sıra media subyektlərindən də əməkdaşlıq eləmişəm. Bu qədər. Nəhayət olaraq özümü Allegoriya daha çox ifadə edə bilmişəm. Çünki mənim üçün incəsənətlə maarifləndirmə hər zaman prioritet məsələsi olub və Allegoriya mənim üçün bu baxımdan daha doğmadır. Allegoriya haqqında qısa bir məlumat verim. Allegoriya məndən əvvəl yaranıb. Hazırda layihənin ideya rəhbəri, platformanın ideya rəhbəri Kamran müəllim də aramızdadır, buradadır. Salamlayıram onu da. Bir çoxları elə düşünür ki, proyektin, daha doğrusu ideya rəhbəri mənəm, amma mən sadəcə icraçı tərəfəm. Belə. Nə yaxşı, mən bilmirdim. Kamran bəy də salamlayırıq. Çox sağ olun giriş və məlumat üçün. Allegoriyada siz nə işlər görürsünüz? Belə mən fikirləşmişəm birinci bir layihənin haqqında giriş eləyək, sonra müzakirəmizi başlaya bilərik. Yəni layihədə nə layihələr həyata keçirirsiniz? Mən izləyirəm amma belə ümumi desəz daha maraqlı olar. Belə deyim, bizim əsas məqsədimiz incəsənətlə maarifləndirmə olub. Bayaq dediyim kimi, mənə gəlir ki, maarifləndirmənin ən gözəl, ən belə estetik tərəfidir incəsənətlə maarifləndirmə. Bundan əlavə olaraq mən Azərbaycanda incəsənəti dəstəkləyən kimi özümü qeyd edirəm. Bəziləri mənə kurator, sənətşünas və s. kimi adlar deyir, amma mən bunların heç birisi deyiləm. Mən sadəcə incəsənəti dəstəkləyən insanam. Bundan əlavə biz rəssamlarla söhbətlər edirik, yəni müsahibə formatında edirik, hansı ki Allegoriya platformasının daxilində Kətan arxasında layihəsi var. Onun daxilində rəssamlarla söhbət edirik, müsahibələr alırıq. Bundan əlavə seminarlar keçiririk. Bu yaxınlarda sərgimiz oldu. Artıq Allegoriya 2 ildir ki, fəaliyyət göstərir və ikinci sərgisini keçirdi. Əslində müəllim bəlkə özü də təsdiq edər ki, mənə bu platformanı tapşıranda özü də bəlkə də düşünməzdi ki, biz artıq bunu sərgi səviyyəsinə qaldıra bilərik. Amma yaxşı ki, mənə əmanət edib və yaxşı ki, mən bu layihəni, necə deyərlər, məsuliyyətini öz çiyinlərimə götürmüşəm. Çünki özümü burada daha yaxşı ifadə edə bilərəm. Bir çox layihələrdə olmuşam, bir çox, necə deyim, başqalarının yaratdığı media subyektlərində iştirak etmişəm. Amma Allegoriya yəqin ki, yaranmasında və möhkəmlənməsində qatqım olduğu üçün və özümü daha yaxşı ifadə edə bildiyim üçün mənə daha doğma gəlir. Nə gözəl. İncəsənət özü əslində insanın özünün ifadə formasıdır. Siz də incəsənətlə özünüzü ifadə edirsiniz. Yəni incəsənətə dəstək olmaqla maraqlıdır. Bu dediyiniz incəsənətlə özünü ifadə etmək çox maraqlı bir cümlədir. Mən özüm Allegoriyanın Instagram hesabını bir sənət əsəri kimi qəbul edirəm. Bu bilmirəm, indi burada aramızda sənətşünaslar da var, rəssamlar da var hazırda dinləyən. Mən onun, yəni səhifənin özünü bir sənət əsəri kimi qəbul edirəm və mənim sənət əsərim kimi qəbul edirəm. Və özünü ifadə etmək dediniz, bu çox maraqlıdır. Siz dediniz ki, incəsənətlə maarifləndirmək istəyirsiniz. Bu tam olaraq nə deməkdir? Sualı biraz daha belə ümumiləşdirim də. Yəni incəsənəti təbliğ edirsiniz də bir növ. İncəsənət bizim nəyimizə lazımdır? Belə biraz kobud səslənir, amma belə sadə sual verirəm də. Maraqlı sualdır əslində. İncəsənət bizim nəyimizə lazımdır başa? Nə cavab verim də? Məsələn, gənclər çayxanalara gedə bilər. Nə bilim, gərəksiz işlərlə məşğul ola bilər. İndi mən burada hamısını saymaq istəmirəm. Amma
onları biz muzeylərə apara bilərik, sərgilərə apara bilərik. Hətta mən sərgiləri biz düşünürük ki, kafelərdə keçiririk, siz də bilirsiniz. Bunun səbəbi də odur ki, məsələn mən bir qrup gənci yığıb incəsənət yəni sərgi salonlarına, muzeylərə apara bilmirəmsə, sərgiləri, muzeyləri gətirirəm gənclərin ən çox olduğu ortamlara salıram. Və beləliklə onları incəsənətə məruz qoyuram. Bu da məncə kifayət qədər effektiv üsuldur. Razıyam. Bəs yəni incəsənət insanda nəyi dəyişir? Belə deyək də, yəni siz indi incəsənəti cəmiyyətdə göz önünə gətirirsiniz, lazımi dəyəri verməyə çalışırsınız. İndi genişdir, mən də başdan verim, sonra yavaş-yavaş şaxələndirərik. Yəni cəmiyyətdə nə kimi faydası var incəsənətin? Bir rəsmin, bir musiqinin cəmiyyətdə necə təsiri olur? İnsanları necə belə irəli aparır da? Yəni bir adam tutalım ki, mən çayxanaya gedib söhbət edə bilərəm. Siz çayxana nümunəsi verdiniz, mən oradan davam edirəm. Çayxanaya gedib dostlarımla söhbət edib domino oynaya bilərəm və yaxud da gedib qalereyada bir sərgidə bir rəsm əsərinə baxıram. Nəticə olaraq nə dəyişir? Məndə nə dəyişəcək bir izləyici olaraq? Mən incəsənətin bir çox təsirlərindən danışa bilərik, amma mənim üçün ən önəmli təsiri empatiya yaratmasıdır. Yəni mən düşünürəm ki, cəmiyyətdə empatiya hissi formalaşanda, yəni onun bir çox qüsurları aradan qaldırılmış ola bilər. Və fikirləşirəm ki, incəsənət özü empatiya hissini artırmaq üçün, yəni mükəmməl bir vasitədir. Və bundan əlavə olaraq insanlar elə bil ki, onların hobbiləri arasına faydalı bir hobbi əlavə edirik. Və bu faydalı hobbi onların estetik zövqünü inkişaf etdirir, formalaşdırır. Onların psixologiyasına yaxşı təsir edir. Necə deyim, bundan əlavə onların mədəni kimliyini formalaşdırır. Yəni bu kimi təsirləri var amma mənim yenə də dediyim kimi ən çox sevdiyim birinci empatiya hissinin artırmasıdır, sonra isə vizuallığı artırmasıdır. Gözəl cavab idi. Mən özüm belə olsun. Üzr istəyirəm, özü cəmiyyətə bunun empatiya hissinin artırılması və vizuallığın artırılması cəmiyyətə böyük bir faydası var. Yəni siz də qatılarsınız mənə. Razıyam. Mənim özümün, yəni incəsənət hansısa bir rəsm əsərinə baxanda və ya mən ən çox yoran şey düşünməkdir. İki nümunə verim. Birincisi düşünürəm və başa düşməyə çalışıram. Bir əsərə baxanda və fikirləşirəm ki, burada nəsə məna ötürülüb, nəsə bir şey var və mən onu başa düşməliyəm və bu məni biraz çətinə salır. Yəni əslində biraz da məni narahat eləyir də. Estetik zövq öz yerində, yəni xoşum gəlirsə belə baxıram, ləzzət edir də belə zövq duyuram. Amma bir çox halda məni düşündürür. Nə məni düşündürür? Yəni yorur. Mən yoruluram. Əsərə baxıram, nəsə tapmağa çalışıram, rəssam burada nə demək istəyib və s. Belə. İndi əslində birazdan o mövzuya da gələcəyik, əsərin mesajı filan. Mən sizin bu sualınıza, bu fikrinizə qarşılıq vermək istəyirəm. Mənə baxıram və məsələn əsərə baxıram və o məni yorur. Bu istənilən əsərlərdə belə olur sizdə, yoxsa spesifik əsərlər var ki, buna baxırsınız və bu sizi yorur? Yox, dedim də məsələn bəziləri sırf zövq üçün, estetik zövq üçün baxıram. Orada düşünmə yox, o mənə xoş gəlir, xoş edir. Bəzən də bir çox əsər olur ki, mənə bir hiss yaşatmır, amma bilirəm ki, orada nəsə var. Orada rəssam və ya bir müəllif nəsə çatdırmağa çalışıb. Mən oturub orada mən onu düşünməyə çalışıram ki, tapım da nəymiş, nə demək istəyirmiş. Buradan bu məna çıxır. Elə ki, özümdən ora əlavə məna yükləməyə çalışıram. O mənə daha çox xoş gəlir. Nəinki kimsə mənə izah edəndə ki, bax burada bunu demək istəyir, burada belə demək istəyir və s. Sanki elə özüm orada nəsə axtarıb tapmaqdan zövq alıram belə. Siz araşdırmaçı ruhlu insansınız. Elə düşünürəm ki, bundan irəli gəlir bu. Ola bilər. Burada bir nəfərə qaldırıb. Dostlar, bir onu qeyd edeyim ki, sadəcə 2 nəfər danışacağıq biz. Siz fikirlərinizi, şərhlərinizi, suallarınızı kanaldakı axırıncı postun altına şərhlər yaza bilərsiniz. Bir növ burada dialoq olacaq. Mən əslində bu mövzunu bilmirəm necə açım. Sizin layihə bir dəfə senzura problemi. Bəli. Axırıncı sərgidə. Hə.
Mən oxudum onu, post oxudum, yəni mən ona senzura yox, avtosenzura deyirəm. Yəni adamlar özləri özlərinə senzura qoyur, nədənsə qorxur deyə. Amma gəlin sizdən dinləyək. Siz nə düşünürsünüz bu haqqda? Əm, Mən Niyə birinci senzura qoyuldu və senzura qoyulmalı idimi? Belə deyim də, ən sual da verim başdan ki, hadisəni danışım ki, hadisəyə fransız qalmasın heç kim. Biz 28-də bir kafedə, XG kafesində adını da çəkəcəm, sərgi keçirdik. Daha əvvəl də əməkdaşlığımız var idi bizim, yaxşı əməkdaşlığımız var idi. Sərgi keçirdik və mənə Amerikan səsi yazdı ki, biz bunu işıqlandırmaq istəyirik. Mən də çox uyğun oldu, çox xoşuma gəldi. Niyə də olmasın? Və mən bundan razılaşdım. Əslində əvvəlcədən də fikrim var idi ki, zaten mən media subyektlərinə göndərim ki, yəni gəlib işıqlandıra bilərsiniz. Press releaseləri göndərim. Yəni Amerikan səsi əvvəlcədən davrandı və bu mənim təbii ki, xoşuma gəldi. Niyə də olmasın? Mən özüm də bilirsiniz ki, orada incəsənətlə bağlı problemləri araşdırıram, onları işıqlandırıram və s. Və sərgidən bir gün sonra ya 2 gün sonra səhv etmirəmsə, mənə orada menecer yazdı ki, yəni qısa belə bir mesaj var idi. Yəni mesaj əslində bir qədər uzun idi, amma bir hissəsi mənə çox batdı. Bizim müdir deyir ki, bizim hər hansı bir fəaliyyətin Voice of America-da işıqlandırılmasına qarşıyıq. Ya gəlib əsərləri götürün, ya da onu sildirin. Yəni bu cümlə mənim çox necə deyim, qıcıq yaratdı məndə. Amma hər hansı bir emosional davranış göstərmədim və yaxud da hər hansı bir reaksiya vermədim. Gəlib əsərləri götürürük. Mən belə deyim, hər hansısa bir problem yaransaydı, əgər mən əsərləri başqa bir coffee shop-a necə deyim, ötürə bilməsəydim, mən onu qış parkında da keçirərdim, amma o otaqda, yəni o kafedə qoymazdım. Və ümumiyyətlə senzuraya qarşıyam. Mən özüm üçün də əgər tənqidi fikirlər varsa və bunlar işıqlandırılarsa, müəyyən bir tənqid çərçivəsində, təbii ki də etik dəyərlər çərçivəsində buna açığam. Bunların hamısına açığam. Amma senzuraya qarşıyam. Siz sual verdiniz ki, onlar niyə belə bir şeylədilər? Yəni onlar əslində qeyri-adi heç bir şey yox idi o materialın içərisində. Biz rəssamlarla da oturub düşündük ki, bu niyə belə baş verdi? Yəni amma biz özümüz tapa bilmədik bunu. Yəni hər hansı bir qeyri-adi bir şey yox idi. O materiala özünüz də baxa bilərsiniz. Məncə çox belə sadəcə işıqlandırılmış bir sərgi idi. Sərginin daha doğrusu işıqlandırılması idi və bundan əlavə heç bir şey yox idi. Senzura olmalı idimi? Təbii ki də olmamalı idi. Mən senzuraya qarşıyam. İncəsənət özü azad bir mühitdir və azad bir mühiti belə çərçivələmək heç yaxşı bir şey deyil. Hələ bu insanların belə yanaşması, çünki bu şəxsi bir təşəbbüs idi. Yəni oranın şəxsi bir təşəbbüsü idi. İnsanların bu kimi yanaşması heç yaxşı deyildi. Belə. Təəssüf olunacaq bir şeydir. Dediyim kimi də mən onu elə bil avtosenzura kimi gördüm ki, adamlar özləri nədənsə çəkinirlər, nədənsə qorxduqları üçün özlərinə limit qoyurlar ki, bunu eləməyək, bunu eləməməliyik və s. İndi mən bu mövzu ilə bağlı, yəni çox da detallı danışa bilməsəm də, məncə rəssamlar, incəsənət adamları özlərinə hardasa mən belə də fərziyyəmdir, senzura qoyurlar. Çünki niyə? Yəni insan yaşadığı cəmiyyətin bəzi dəyərləri var. İndi mən sual gətirəcəm də, siz deyirsiniz ki, heç bir senzur olmalı deyil. Amma rəssam yaşadığı mühitdəki, cəmiyyətdəki dəyərlərə görə biraz, məsələn, ola bilər ki, bir rəsm çəkər, sonra ki, bu milli dəyərlərə zidd ola bilər. Məsələn deyirəm, milli olar, əxlaqi dəyər olar, hansısa bir dəyərə, mentalitetə əks ola bilər və bu problem yarada bilər. Sizcə rəssamlar və ya incəsənət adamları belə özlərinə senzura qoymalıdırmı, yoxsa qoymamalıdırmı? Belə provokativ bütün cəmiyyəti belə də silkələyəcək əsərlər yaratmalıdırmı? Bu məndə iki fikir yaratdı. Məsələn,
Mənim çox sevdiyim bir cümlə var ki, demokratiya öz-özünü yeyən bir şeydir və onu dəstəkləmək lazımdır. Amma incəsənətdə də bu lazımdırmı? Yəni bu məni düşündürdü açığı. Bu sual ümumiyyətlə məni düşündürdü. Məsələn, biz burada ucu açıq bir şey qoysaq, insanlar istədiyi kimi tənqid eləsə, istədiyi kimi nə bilim daha necə deyim, estetikdən kənar və yaxud da düşüncələri də yanlış şeylər formalaşdıran nələrsə qoysalar, nələrsə yaratsalar, bu da qəbul ediləndirmi? Bu məni biraz düşündürdü. Amma mən deyəndə ki, incəsənət özü açıq, yəni azad bir mühitdir. Bu maraqlı bir cümlə gəlir, amma eyni zamanda bu tərəfi də düşündürür açığı. Amma belə deyə bilərəm ki, düşünüm. Məsələn, hər hansı bir rəssam, hər hansı bir sənət adamı deyək ki, bizim milli standartlardan kənar nələrsə yaradıb. Bu məncə cəmiyyət məsələn olmuşdu da heykəltaraş Lorenzo Queen idi səhv etmirəmsə, onun qadın heykəli gətirilmişdi, Heydər Əliyev sarayında qoyulmuşdu. Heykəldə hər hansısa bir qəribəlik yox idi. Yəni bildiyimiz sadəcə olaraq qadının gücünü ifadə edən çox da estetik bir əsər idi. Amma Azərbaycan cəmiyyəti onu qəbul etmədi və onu artıq tənqidlərə məruz qoydu. Sonra o heykəl də zaten səyyar sərgi olduğu üçün aparıldı. Zaten mediada belə bir şey yayılmışdı ki, bizim tənqidlərimiz nəzərə alındı falan filan kimi şeylər yazmışdı. Heç əlaqəsi yox idi əslində. Sərgi bildiyin sərgidir. Bu kimi şeylər, yəni bunlara senzura qoyulması, tənqid edilməsi qəbul etmirəm və bu deyilən bir cümlə var, adətən şablon bir cümlə var. Bu nə bilim bizdə hər hansısa bir hisslər yaradır. Bu tip insanlar çox təhlükəli gəlir mənə. Mənə çox təhlükəli gəlir. Yəni düşünə bilirsiniz, yəni heykəl haqqında bunu deyirlər. Bu parklarda bizim qadın heykəlləri falan qoyulur, yəni bu kimi şeylər yəni onunla yanaşmadan cəmiyyətin fikirlərini görə bilərik və bu heç də yəni doğru bir şey deyil. Yəni o tip insanlardan qorxmaq lazımdır. Onların psixoloji müayinəyə ehtiyacı olduğunu düşünürəm. Mən açıq o mövzuda belə öz belə şərhimi bildirim. Mən razıyam ki, incəsənət əsəri provokativ olmalıdır, insanları biraz narahat eləməlidir. Həmişə yox, bəzən narahat eləməlidir ki, dəyişim olsun. Dəyişiklik istəyirsə, inkişaf istəyir, insanları narahat eləmək lazımdır. Mən o əsərdəki problemi belə görürəm ki, yəni bizim cəmiyyətin azad qadınını ifadə eləmirdi o heykəl. Yəni tutalım ki, mən də belə deyim də, tutalım ki, oradakı bizim azad qadın anlayışımız fərqlidir də. Tutalım ki, biz qadına ilk seçki hüququ vermiş, nə bilim, belə qadına geyim azadlığı yox, geyim ilə azadlığı simvolizə eləməmişik. Biz ona başqa azadlıqlar vermişik, tutalım ki. Və bir adam bizə gətirib sırf geyimlə bağlı göstərir. Hansı ki o əsər, yəni bizim azad qadınımızı nümunə eləmir də. O rəssam da, o müəllif də bizim cəmiyyət tanımadığı üçün o tutalım ki, bir əsər gətirib. Mən onu niyə normal qarşıladım? Bizim cəmaətin etirazını niyə normal qarşıladım? Yəni o bizim cəmiyyəti ifadə eləmir. Yəni oradakı etiraz belə ola bilər ki, hə, bu azad qadını göstərir, tutalım ki, amma bizim azad qadınımız çılpaq deyil. Bilirəm orada simvol var, yəni orada bir mesaj var. Mən elə belə bir məntiqli arqument gətirə bilsəydim, onu gətirərdim, nəinki o başqa izahları. Amma o izah da tam yəqin ki, açıq deyil də, tam doğru deyil. O əsərin yəqin ki, mesaj söhbəti idi. Mən əslində suallarımdan biri də bu idi ki, bütün incəsənətdə estetik zövq daha vacibdir, yoxsa mesaj daha vacibdir? Sualı belə qoyaq. Mən bir dənə buyurun. Hə, əgər ikisi də vacibdirsə, balans necə qurulmalıdır? Yəni bunu mən o gün belə bu zəngi hazırlaşanda belə suallar yazmışdım da. Yəni estetik zövqü olmayan, estetik heç bir görüntüsü, marağı olmayan bir əsər sırf mesajına görə biz incəsənət əsəri saya bilərikmi? Və ya da heç bir mesajı olmayan əsəri belə deyək də, incəsənət əsəri saymaq olarmı? Siz necə düşünürsünüz? Əsərin mesajı, ötürmək istədiyi mesaj, mənası mı daha vacibdir, yoxsa estetik zövqü mü? Mən belə deyim,
bu Lawrence Queen-in əsərinə qayıtmaq istəyirəm. Orada Aha. əslində qadının azadlığından daha çox ekoloji mövzulara toxunan bir əsər idi. Amma qaldı ki, məsələn, qadın azadlığının ilkin olaraq təhsil azadlığı ilə başlaması, ən əvvəl Azərbaycan cəmiyyətində yaşama azadlığı ilə başlaması və bunun üçün mübarizə daha mənalı olar kimi anladım. Buna qatılıram, amma o əsərin özü ekoloji problemləri işıqlandıran bir əsər idi. Bundan əlavə növbəti suala gəlmək istəyirəm. Dediniz ki, əsərin ötürdüyü sosial mesaj önəmlidir, yoxsa estetikanı oxşamalıdırmı? Yəni mən estetikanı oxşayan insanlarla da müsahibə almışam. Yəni əsərlərində bir mesaj ötürən rəssamlardan, sənət adamlarından da müsahibə almışam. Məsələn, mən Xanlar Əsədovun əsərlərini çox bəyənirəm. Əsərdə bütün əsərlərində yaz apavası var və mən yazıda çox sevdiyim üçün bu təbiəti əməlli başlı, yəni məni o fəslin içərisinə aparır. Qışın belə ən kəskin vaxtlarında belə. Hətta mən onun əsərlərinə baxanda, yəni o qədər könlüm xoş olur. Məsələn, Ülkər xanım var. Ülkər burdadır özü də, Ülkər Əliyeva. Onun əsərlərində sosial mesajlar var. Məsələn, o qadın gözəlliklərinin standart algılarını, gözəllik algılarını öz əsərlərində dağıdır. Məsələn, keçəl qadın obrazları yaradır. Yəni mən onun əsərlərindəki mesajları da sevirəm. Mənim vizuallığıma xitab edən əsərləri də sevirəm. Ümumiyyətlə mən sənəti dəstəkləyən və allegoriyanı təmsil edən bir insan olaraq bu mövzularda çalışıram ki, kəskin bir fikir bildirməyim. Yəni məsələn, mən düşünmürəm ki, hər hansı bir insan kimi mən deyə bilərəm ki, filan tip əsərlər mənim xoşuma gəlmir və mən onları əsər kimi qəbul etmirəm, kimi cümlələr qurmuram və ümumiyyətlə quranları da əslində çox da xoşlamıram. Belə ümumiləşdirsək bu fikirləri, əsərlər vizuallığa da xitab edə bilər. Yəni necə deyim, vizuallığa xitab edib könlünü də xoş edə bilər, sən beynində də xitab edə bilər, sən düşündürə də bilər. Bu hər ikisi çox yaxşıdır. Məsələn, mən bu yaxınlarda bir əsər də gördüm. Gördüm deməyim, bizim sərgidə işlədilən işləri qoyulan rəssamın əsəri idi. Yaşıl Dünya adlı bir əsər idi. Əsər çox gözəl idi. İnsanı düşündürürdü və maraqlı bir simvolikası var idi. Əsərdə maraqlı simvollar var idi. Yəni mənim üçün ikisi də çox xoşdur və mən düşünürəm ki, ikisi də sənətdir. Aha, maraqlı. İndi sual. Məsələn, müasir incəsənətdə, yəni ümumiyyətlə internetdə gəzəndə hamının şikayətləndiyi bir şey var ki, mən başa düşmürəm ki, bunu niyə incəsənət adlandırırlar. Belə məşhur bir mim də var ki, hansısa qalereyada, sərgidə yerdə bir eynək var. Hamı yığışıb ətrafına şəklini falan çəkir. Halbuki kimsə səhvən düşürüb və ya ora qoyubdur da, belə deyək. Burada bu nəyin nəticəsidir? Mən belə deyim. Artıq müasir incəsənət estetik zövqdən çox, ümumiyyətlə estetik zövq sıfır olsa belə, hər hansı bir əşyanı gətirib onu bir sərgiyə qoyurlar və üstünə çoxlu məna yükləyirlər. Ki, əslində burada rəssam bunu demək istəyib, əslində burada bunu deyirdi və s. Rəssam yox çaşdım. Yəni o adı nə edir bilmirəm də artıq. Əşyanı gətirib bir incəsənət nümunəsi kimi təqdim edir. İndi burada belə sual yaranır. Biz sərhəddi, yəni necə təyin eləyək? Məsələn, mən görürəm ki, bir nəfər divara banan yapışdırıb və deyir ki, bu incəsənət əsəridir. Mən baxıram, heç nə başa düşmürəm, heç nə aydın deyil. Hansı ki, mənə kimsə oturub orada bir 20 dəqiqə izah eləməlidir ki, bu bananın tarixçəsi var. Rəssam deyirəm yenə. Müəllif burada bunu demək istəyib. Buna görə o bananı oraya yapışdırır və s. Və bir 20 dəqiqəlik izahdan sonra mən başa düşəcəm ki, hə, o bananın səndə bir hekayəsi var imiş. Ona görə maraqlı imiş. Yəni artıq orada estetik heç nə yoxdur. Orada bir xüsusi bir mesaj var, bir məna var, hansı ki öz ora yüklüyüb və mən onu başa düşmürəm. Yəni mənə kimsə onu izah eləməlidirsə, daha sonra başa düşməliyəm. Mən orada nə estetik zövq aldım, ilk baxışda nə də bir məna gördüm. İndi mən onu sənət əsəri adlandıra bilərəmmi ya yox? Və yekun sualım budur. Yəni bir sənət əsərinin mesaj və estetik zövqün balansı konkret bir sərhədi yoxdursa, biz hardan biləcəyik ki, bir əsər incəsənət əsəridir yoxsa deyil?
Necə Bu həyata keçiриrik? mən belə cavab verim. Bu tamamilə fərdi bir şeydir. Məsələn, mən o əsəri, elə Katilanın o əsərini paylaşanda bizim izləyicilərdən bir çoxu sənət kimi qəbul etdi, bir çoxu dedi ki, yox, sənət deyil. Bəziləri çox maraqlı cavablar, gülməli cavablar verdi. Hətta bir münaqişə də düşdü ki, sənət fərdi anlayışdır, kim onu necə qəbul edirsə. Bu sənət fərdi anlayışdır mövzusuna qatılıram. Məsələn, o əsəri ya da o İlker'in deyim əsərdirmi? Belə bir anlayış var. Məsələn, bəziləri ona baxıb nələrsə düşünə bilir. Bəziləri isə məsələn bir qara kağız, bildiyimiz qara kağızdır və onu bir eksponat kimi təqdim ediblər. Məsələn, ona baxanda insan nələrsə düşünür. Yəni düşünürsən, əsərə baxırsan və məsələn bu məndə belə bir effekt yaradır. Mən ona baxdım və sadəcə düşündüm. Bəlkə də bu günümüzdə o qədər qarışıqdır və bu günlərimiz o qədər aktiv keçirir ki, bəzən insan sadəcə bir əsərə baxıb adi bir yaşantısını düşünmək istəyir. Məsələn, məndə belə bir algı yaratdı. Bəlkə də bu müəllifin heç belə bir təqdim etmək istəyi yox idi o əsəri, amma mən onu bu şəkildə qəbul etdim. Bəziləri də məsələn Katilanın əsərindən bir misal çəkmək istəyirəm. O deyir ki, o əsərin adını belə adlandırır, komediyan əsəri adlandırmışdı və əsərdə gülüş var idi və maraqlıdır ki, bəlkə də müəllif bunu bilərəkdən edib. Məsələn, elə sizin dediyiniz qrup insanları, o hansı ki muzeydə, eynəkdə bir eksponat kimi hesab edən insanı belə gülüş obyektinə, o qrup insanı gülüş obyektinə çevirmək istəyib bəlkə də. Bu kimi nüanslar var. Və mən bunun heç bir xəttlə təyin edə bilmərik. Bu sadəcə bir fərdi algıdır. Məsələn, mənim ən yaxın dostumla belə söhbət edərkən biz bəzi əsərlər mənə sənət kimi gəlir, amma ona sənət kimi gəlmir. Məsələn, o qatılmır buna. Bura bir şərh bildirim də. Yəni siz burada belə bir qəbul elədiniz ki, bu fərdi qavrayışdır. Hər insan özü sənət əsərini qavrayır. Fərdi olaraq qavramalı. Bəli. Mənim də arqumentim budur ki, artıq axı mən orada başqa birinə ehtiyac duyuram. Kimsə mənə onu izah eləsin. Artıq o fərdi olmur da, orada bir tərcüməçi olur. Hansı ki, incəsənət özü bizim hisslərimizi, duyğularımızı, düşüncələrimizi tərcüməçisidir də, belə deyək. Bizə ötürür və ya bizdən nəyisə aparır, belə deyək. Amma artıq oradakı sənət əsəri onun izləyicisi ilə arasında yaddır da ona. Artıq ona ortada bir şəxs lazımdır ki, tərcümə eləsin. Burada bunu deyib, burada bunu deyib. Yəni mən o sənətkarı tənbəl adam adlandırıram. Orada heç bir yaradıcılıq yoxdur. Yəni adam özündən heç nə yaratmayıb və gözləyir ki, onu izləyən adam özü götürsün ora məna yükləsin. Yəni mən o banana məna yükləməliyəm və s. və ilə axır. Buradan çoxlu suallar çıxır. Yəni ona qalsa mənim stolumun üstündə bu dəqiqə stəkan var. Mən o stəkana baxanda məni fikir götürür. İndi bu stəkanı mən sənət əsəri adlandıra bilmərəm və özümü sənətkar adlandıra bilmərəm. Yəni mənim öz fikrimi bölüşürəm də. Mənə görə birinci şərt sənət əsəri ilə onu izləyən adam arasında tərcüməçi, üçüncü bir şəxs olmamalıdır. İkincisi də sənətkar biraz özünü əziyyətə salsın. Niyə bu da tənbəllik eləyirlər? Yox. Bu tənbəl sənətçi anlayışını sənətçi deyil, bu da sənət deyil anlayışından daha çox xoşladım, açığı, nə yalan deyim. Bir də ki, məsələn, bayaq biz dedik ki, incəsənət azad mühitdir və əslində bu qədər azadlıq sizcə nə qədər yaxşıdır? Yəni belə bir sual çıxır ortaya. Bu qədər azad olmalıdırmı? Məncə elə bu qədər azad olmalıdır. Məsələn, elə sizin masanızın üstündəki stəkana qədər. Siz onu sənət adlandırırsınız, sizə estetik gəlirsə və yaxud sizi düşündürürsə, mənim üçün belədir, yəni sərhədsizdir, sərhədi yoxdur. Amma məsələn, bəziləri üçün ola bilər ki, o düşün. Yəni mən fikirləşirəm, hətta müəllim onun adından danışmaq istəmirəm, amma ola bilər ki, məndən tamamilə əks düşünsün bu barədə. Və yaxud da Züleyxa, mənim ən yaxın rəfiqəm, o fərqli düşünsün bu mövzuda. Yəni bu dostlarımdan misal çəkməyimin səbəbi nədir? Çünki biz davamlı belə söhbətlər eləyirik bu barədə, amma əks fikirlərimiz olur.
mənim sənət adlandırdığımı onlar sənət adlandırmır. Mən sizə siz bir də bir mövzu var danışdıqdan bəri, yəni düşünürəm ki, siz nələrinsə məntiqi dərinliyinə daha çox varırsınız. Yəni siz bu prizmadan baxırsınız ki, bunun məntiqi bir açıqlaması olmalıdır. Amma mən elə baxmıram məsələn. Mənim üçün birinci özümün nə hiss etdiyi, özümün nə düşündüyü önəmlidir. Sonra sənətçinin əgər mənə maraqlıdırsa, sənətçinin nə demək istədiyini aydınlaşdırıram. Hə, əslində mən ola bilər elə göründü. Əslində yox. Çünki o əsərdə dediyim kimi də emosional ötürmə, bir hisslər yox idi. Estetik zövq yoxdur. Sadəcə bir mesaj var, məna var. Verilmək istədiyi bir məna var. O həmin o komediyan əsərindəki kimi. Yəni mən orada sırf mənim baxdığım, zövq aldığım, ən sevdiyim əsərlər mənalı yox, zövq aldığım əsərlərdir. Estetik olaraq zövq aldığım əsərlərdir. Onları çox sevirəm. Çünki orada bir məna axtarmaq sadəcə məni dincəldir də, belə deyək. Burada mən bir dənə də sual vermək istəyirəm. Özümə maraqlıdır, öz suallarımı ver, amma maraqlıdır da siz də cavablarınız. Abstrakt əsərlər var. Mən bir nəfərlə tanış olmuşdum. O deyirdi ki, mən abstrakt rəsmlər çəkirəm. Mən onu gördüm, onun rəsmlərini. Rəsm deməyə dilim gəlmədi açığı. İndi mən burada biraz kobud davrana bilərəm. Rəssamlar varsa üzrlü saysınlar. Sadəcə mən belə deyək də, qara cəmaət içindən gəlmişəm burada bir türklər demiş, yarğı dağıtıram. Abstrakt əsərə baxıram, deyim, qara-qara qırmızı xəttlər var orada. Deyir ki, mən özüm belə hiss edirdim və mən öz hisslərimi bu kağızın üstə köçürdüm. Yaxşı. İndi mən o qara və qırmızı xəttlərdən axı necə deyim, yəni adamın öz şəxsi hissləridir. Onu kağıza töküb, sonra da gətirib mənə deyir ki, al bax, bundan zövq al. Yenə deyirəm, orada yenə estetik bir zövq, heç nə. İndi bütün abstrakt əsərləri saymıram da, mənim gördüyüm bir iki dənə nümunə idi, çox baxmamışam bu haqda. Abstrakt əsərlər haqqında nə düşünürsünüz? Yəni necə incəsənətdə necə qarşılanır bu abstrakt əsərlər? Çox qəribədir ki, mən realistik əsərlərdə xoşlayıram, abstrakt əsərlərdə çox xoşlayıram. İkisini də eyni dərəcədə xoşlayıram. Çox sevdiyim abstrakt rəssamlar var. Hətta bu yaxınlarda biri ilə tanış olmuşam. Çox gözəl əsərlər var. Belə necə deyim, qarmaqarışıq bir əsər görünə bilər, amma orada bir xətti, bir dairəni o özü izah edir, fəlsəfi izah edir və bu mənim çox xoşuma gedir. Yəni mən bundan həzz alıram. Realistik əsərlər də var. Yəni bu məsələn mən realistik üslubda əsərlər bir yerə qədər daha çox xoşlayırdım. Hansı ki bir dəfə dostum dedi ki, günümüzdə foto aparatlar var və bu o rəsmin etdiyini edir də daha yaxşı şəkildə edir. Yəni realistik əsərlərə nə ehtiyac var kimi bir sual verdi mənə. Düzdür, mənim üçün yenə də əzizdir, amma mən də o sualı verəcəydim. Siyahımda var idi. Yaxşı oldu. Cavablayıram. İkisi də eyni dərəcədə sevirəm. Yəni abstrakt sənət məni düşündürür deyənə bu daha çox belə mənə zövqlü olur. Məsələn, bu yaxınlarda bir abstrakt rəssamla danışırdıq, yəni abstrakt işləyən rəssamla danışırdıq. Onun əsərlərini açması, əsərləri haqqında söhbət eləməsi, onunla söhbət mənə zövq verir də. Bəlkə də siz tam hekayəsi olmayan bir əsərlə rastlaşmısınız. Buna görə sizdə hər hansısa fərqli bir hisslər yaradıb. Amma ola bilər ki, məsələn, çox güclü bir hekayəsi var, abstrakt sənətli güclü bir hekayəsi var, amma sizə gəlməyə bilər. Yəni bu da fərqli bir şeydir. Yəni burada da hər hansı bir senzura və yaxud da çərçivələmə qoymuram. Okay. Mən bir dənə də sualım olacaq. Yazmışdım bura. Saçdım. Tükənmişlik söhbətidir. Mən onu gətirəcəm. Amma gəlin əvvəlcə bu realistik söhbətini aydınlaşdıraq. Dünən bir qrupda biz bir nəfərlə söhbət elədik və dedi ki, fotoaparat sanki bəzi rəssamlar hər şeyi çox siz demişdiniz, realistik çəkməyə çalışır və real həyatda olduğunun eynisini çəkə bilir də, bütün xəttləri nə qədər. Və o deyir ki, mən fotoaparat vasitəsilə eyni rəsmi, eyni çəkili çəkirəm. Rəssam da oturur 1 ay, 10 gün, 15 gün əziyyət çəkir və o eynisini gətirir də. O deyir ki, nəticə mənim üçün nəticə önəmlidir və mən fotoaparatın çəkdiyini onun çəkdiyi arasında fərq görmürəm. Ona nəyə ehtiyac var? Belə sual verdi. Mən biraz izahlar verməyə çalışdım. Amma qane olmadı da həmin adam ki,
Ya mən izah verməyə çalışdım ki, bəs adam əslində orada rəssamın əl əməyi var, orada boya fırçaların, nə bilim, toxunuşu və s. Axır o dedi ki, mənim nə fərqi var? Mən axırda ona baxıb bu söhbət hansısa bir mənzərədən ya hansısa bir insanın rəsmindən gedirsə, nəticə mən ona baxıb o görüntüdən zövq alacağam da. Yəni onun fırçaları mənə maraqlı deyil. Bu adama necə cavab vermək olar? Mən o adama necə cavab verim? Hələ də o qrupda məni gözləyir. Mən ümumiyyətlə bunların hamısına, yəni bu tip suallara sadəcə bir cavabım var. Fərdi anlayışdır. Tunay sevməyə bilər. Mən sevirəm. Mənim xoşuma gəlir. Mən rəssamın məsələn hər hansı realistik üslubda işləyən bir rəssamın əsərini tablosunu alıb divarından asaram. Çünki oradan məsələn onun o rəsm prosesində işləyərkən qatdığı hissləri var, onun duyğuları var və bu mənə xoşdur yəni. Amma məsələn Tunay sevməyə bilər, çünki o düşünür ki, bunu foto aparatdan daha yaxşı versiyasını etmək ola bilər. Yəni ümumiyyətlə bu tip cəmiyyətdən olan bütün suallara sadəcə bir cavabı var. Yəni sadəcə fərdi anlayışdır, fərdi olaraq qəbul edilən bir şeydir. Sən sevərsin, sevməzsin, bilmirəm. Mən çox sevirəm. Belə də müzakirə getmir də. Elə cavab verəndə indi həmin adam bizə sual verir ki, bəs yaxşı o öz fikrini mənə yeritməyə çalışır ki, o dəyərsizdir, sən ona niyə pul verib alırsan? Sən niyə ondan zövq alırsan? Məsələn, mən onu izah edə bilmirəm. Amma yaxşı cavabdır. Yəni bu fərdi bir şeydir. Mən xoşum gəlir, sən xoşun gəlmir vəssalam. Mən bilmirəm, mən təbiətim olaraq kiməsə fikir yeritməyə çalışmayan bir insan olduğum üçün və belə müzakirələrdən qaçan bir insan olduğum üçün, yəni bu özü müzakirəyə açıq bir mövzu deyil ki, zaten yəni zövqü oxşamaq məsələsidir. Məsələn, siz özünüz realistik üslubu məsələn belə tənqid edirsiniz, abstraktı sevmirsiniz. Yəni bu tamamilə sizə qalan bir şeydir. Amma mən yəni deyirəm, mən həm realistik üslubda əsəri sevirəm, həm də abstrakt sevirəm. Hətta mən sözlərdən rəngləri sərgisində realistik və abstrakt sənəti, yəni sənətçini yan-yana asmışdım əsərlərini. Düzdür, kuratorlar yəqin ki, bunu çox doğru qəbul etməz, amma mən bunu bilərək də etmişdim. Yəni belə xoş idi. Yəni bu əks fikirlərin cəmləşməsi mənə xoşdur. Onda belə bir sual verim. İncəsənət tənqidçiləri var. Bu adamların peşəsi onda belə görünür. Mən belə başlayım ki, mənasızdır. Çünki o nəyi tənqid edir? Axı incəsənət subyektiv bir şeydirsə, hər kəs özü başqa cür başa düşürsə, tənqidçi nəyi tənqid edir? Tənqidçi nəyi tənqid edir? Məsələn, biz Katilan əsərini müzakirə elədik, doğrumu? Bir çox fikirlər ortaya qoyduq. Və bir çox ortaya qoyulan fikirlər, tənqidi fikirlər, yəni dinləyən və yaxud da oxuyan insanlar üçün yeni fikirlər yaradır. Yəni mənə elə gəlir ki, bu yeni fikirlər yaradan insanlar üçün, yeni fikirlər yaratmaq istəyən insanlar üçün, özlərində düşünmək istəyən, özlərinə challenge, yəni meydan oxuyan insanlar üçün ideal bir yöntəmdir deyə fikirləşirəm. Və yaxud da əsərin tənqid edilməsi o əsərlə bağlı həm bir fikir yaradır, həm də yeni ideyalar gətirir deyə fikirləşirəm. Maraqlı. Digər sualım bu idi ki, müasir dövrdə, müasir incəsənətdə daha çox siz dediniz hekayə, məna daha çox önə çıxır, nəinki estetik zövq və yaradıcılıq. Və mənə belə bir fikir gəlir ki, sanki müasir incəsənət ümumiyyətlə sənətkarlarda artıq tükənmişlik sindromu var. Artıq yeni bir tərz, yeni bir forma yarada bilmirlər və bunun üçün də mənanın, mesajın arxasına gizlənirlər sanki. Bir əsər hansı başqa bir üsluba oxşuyur, sadədir, amma onun mənası çox dərindir. Onun mesajı var, ötürmək istədiyi mesaj var və s. Yəni bu tükənmişliyin nəticəsi ola bilərmi? İncəsənətdə bir tükənmişlik dönəmi başlayıbmı? Bilmirəm, elə sual verirəm, sadəcə maraqlıdır. Mən bunu tükənmişlik kimi adlandırmıram. Sadəlikdən də zənginlik var. Yəni sadə bir şeydə də böyük bir zənginlik var. Hansı ki, sadə görüntünün altında zəngin bir fikir yata bilər. Yəni bu məsələn əsərdə çox şaxəli olması, qarmaqarışıq olması, rəngarəng olması, onun daha zəngin fikirlərdən ibarət olması mənasında deyil. Yəni sadə bir görüntünün altında böyük bir zənginlik yata bilər. Bu istənilən hətta bir insan obrazında da, bir nə bilim gördüyümüz bir sözdə də, bir çox şeylərdə belədir.
Onda belə çıxır ki, incəsənətdə çox tükənmir də. Tükənməyəcək. Yox, tükənməyəcək. Məsələn, nə bilim, yəni necə deyim, bir dövr bitdi. Məsələn, realizm, romantizm, nə bilim, impressionizm, kubizm, yəni hamısı bir-birinin ardıcı. Heç bir tükənmişlik yoxdur. Hamısı bir-birinin ardıcı gəlir. Bu günümüzdə məsələn installyasiyaların yaradılması, hamısı bir-birinin ardınca gəlir və hamısı çox əzizdir, çox xoşdur. Məncə heç Yaxşı. tükənmir. Aa, Texnologiya inkişaf elədikcə hətta yeni sahələri yaranır. Axı biz həm də inkişaf edirik. İnkişaf etdikcə də sənət əsəri də zənginləşir. heç bir şərhim yoxdur. Növbəti suala keçək. Buyurun. İncəsənətin qara pul yuma mexanikası, belə bir söhbət eşitmişdim. Bu maraqlı söhbətdir ki, əslində əsərin dəyərini pul təyin edir, yoxsa nə təyin edir? İndi belə qoy bir sualı qəşəng ümumiləşdirim də. Biz dedik ki, əsər subyektivdir. Hərə öz zövqünə, öz düşüncəsinə uyğun bir əsərdən zövq alır və ona dəyər verir. Əslində əsərlərin dəyəri subyektiv olmalıdır da. Hərənin bir əsərə verdiyi öz dəyər var. Bir də obyektiv dəyər var, pul dəyər var. Yəni pul obyektivdir də. Pul mənə görə 5 manata görə 5 manat söhbət yoxdur. Hamıya görə 5 manat eynidir. İndi əsərlər satılır. Bəzi əsərlər 1 milyona, 10 milyona, 70 milyona satılır. Bu necə təyin olunur? Necə qərar verirlər ki, bir əsər 70 milyondur. Van Gogh'un bir əsəri 70 milyondur, tutalım ki, filankəsin, Picasso'nun bir əsəri 10 milyondur. Bunu necə təyin edirlər? İndi düzdür, hər rad söhbət olacaq yəqin ki, amma sizin fikriniz maraqlıdır. Yəni siz bir əsər görəndə sizə heç bir qiymət deyilməyib, deyilir ki, məsələn, bu əsər satılır, ürəyiniz nə istəsə verib ala bilərsiniz. Ona o pul olaraq qiyməti necə təyin edirsiniz ki, məsələn, buna mən 1 milyon da versəm bəs eləməz. Əşi buna 5 manat versəm də olar. Onu necə təyin edirsiniz? Açığı belə, necə deyim, belə qəribə bir cavab da olacaq. Amma burada rəssamın və əsərin hekayəsi, rəssamın backgroundu falan kimi mövzular daxildir. Amma məsələn mən özüm əsərə baxanda belə biraz qəribə çıxacaq, amma bunun qiymətini müəyyən edirəm ki, bax bu belə bu qədər qiymət ola bilər. Bu qiymət biçərkən ona orada rəssamı, əsərin yəni müəllifini, əsərin hekayəsini və onun necə deyim, nə qədər indi akademik tərəflərini mən bilmirəm, amma akademik tərəflərini də yanlış baxan insanlar da yəqin ki, bu kimi yəni bu kimi mövzulara diqqət edərək ona qiymət biçə bilər. Amma bu bəzi əsərlərdən qara pul yumaq mövzusu, mən özüm əsərdən qara pul yumamışam, bu prosesi bilmirəm. Belə qəribə bir cavab çıxacaq, amma bu mövzuda hər hansı bir mövzum yoxdur. Və biz məsələn sənətşünas Ülker Əliyeva ilə bu komediyanın əsərini müzakirə edəndə orada belə bir mövzu çıxmışdı. Ülker xanım demişdi ki, məsələn o bananı ora asanın öz backgroundu var. Və o əsər onu o yaratdığı üçün, yəni bu əsəri bu Catilan yaratdığı üçün alınır. Yəni bunu sıravi bir şəxs etsəydi, o qədər də maraqlı olmazdı, o qədər də diqqət cəlb etməzdi, mediada yayınlanmazdı. Belə bu kimi məsələlər var. Təbii ki, burada biraz da art manager məsələsi var. Onun da üstünə biraz məsul düşür. Və art managerin işinə nə qədər peşəkar yanaşması, yəni işinə nə qədər diqqətli yanaşması da hesablana bilər. Bir dənə sual, belə düşüncə təcrübəsi deyil. Mən sizə bir rəsm əsəri gətirirəm. Çox tutalım ki, impressionist üslubda çəkilmiş bir əsərdir. Siz rəssamı tanımırsınız. Mən deyirəm ki, mən sizə başlayıram rəssamın hekayəsini sizə danışmağa. Rəssamın hekayəsini qəşəng danışıram. Siz bəyənirsiniz, çəkdiyi əziyyətləri, əzabları və yaxud da təhsilini və s. və ilaxır.
Mhm. Sonra rəsmi alırsınız. Yaxşıca pul verib alırsınız. Tutalım ki 1000 manat verib alırsınız. Amma əslində biraz vaxt keçir və bəlli olur ki, əslində mən o əsəri hansısa kompüterdə hazırlatmışam, süni zəka və ya hər hansı birinə və sizi aldatmışam. Yəni siz nə demək istəyirəm burada? Yəni siz artıq bil ki, verdiyiniz 1000 manat artıq düşdü də. Çünki siz Mhm. əsər ilə birgə onun hekayəsinə də pul vermişdiniz. Amma hekayə aldadıcı ola bilər. Bu necə siz necə hiss edirsiniz o zaman? Yəni hekayənin doğruluğu, hekayənin vacibliyi nə qədərdir? Niyə mən belə başlayım, siz daha çox əhəmiyyət verirsiniz ki, hekayəsinə də, yəni rəssamın və rəsmin hekayəsinə daha çox fikir verirsiniz. Aha, Onda belə çox tanımadığınız, hekayəsini bilmədiyiniz rəssamlar, həyatını, hekayəsini belə tanımadığınız, bilmədiyiniz adamların əsərləri daha az dəyərlidir sizin üçün? Mən belə deyim, mən yeni bir rəssam tanımışdım və çox qısa bir müddətdə tanımışdım. Yəni sadəcə onun əsərlərinə baxdım. Instagramdan baxdım, heç söhbət filan eləmədim. Dedim ki, yəni o məni wow elədi də. Yəni o mənim çox xoşuma gəldi. Əsərləri mənim zövqümə oxşadı. Amma mən o rəssamın hətta gənc bir rəssam idi. Rəssamın backgroundunu bilmirəm, o əsəri yəni o əsər haqqında biz onunla söhbət belə eləməmişik. Və buna baxmayaraq mənim xoşuma getdi. Yəni sizin sonuncu sualınıza cavab olaraq. Bir də əsər alma prosesində, məsələn, ola bilər ki, alıcı tərəf rəssamı birbaşa tanıyır və onun zaten əsərləri onun kolleksiyasında var. Amma adətən sənətşünas və yaxud da tənqidçi ilə məsləhətləşə bilərlər ki, məsələn, belə bir, yəni mən özüm belə bir situasiyada belə qərar verərdim. Bir sənətşünasla, bir tənqidçi ilə məsləhətləşib elə alardım əsəri. Bu barədə ancaq bunu deyə bilərəm. Başa düşdüm. Əslində mənim özüm də belə deyim də hekayəsini bildiyim əsərlərlə daha çox emosional bağ qura bilirəm və o mənə dəyərli gəlir sanki. Mən əvvəllər Van Goghun rəsmlərini görmüşdüm və çox da belə çox da xoşum gəlmişdi estetik olaraq, maraqlı tərzi var idi, amma çox da təsir eləməmişdi. Sonra mən Van Goghun həyatını oxuyanda, o məşhur kitab var da, Yaşamaq yanğısı. Orada mən onun və orada çox yaxşı da onun daxili dünyasını qəşəng təsvir eləmişdilər. Mən onu çox yaxşı başa düşdüm, onun emosionallığını, çəkdiyi çətinlikləri. Onları başa düşəndən sonra mən artıq o Kartof yeyənlər əsərini görəndə, nə bilim, o digər əsərləri, Ulduzlu gecəni hamısını görəndə artıq mən o Van Goghun o yaşadığı hissləri sanki mən o kitabı oxuyanda özüm də yaşamışdım deyə mənə çox daha mənalı, çox daha təsirli və dəyərli gəlməyə başlamışdı. O cəhətdən sizlə razıyam ki, yəni hekayəsini biləndə artıq o daha dəyərli olur sanki. Bayaqki o realist sualla bağlı da belə bir cavab vermişdim mən həmin oğlana. O dedi ki, bəs iki rəsm var, birini fotoportret eləsəm, mən bilmirəm, mənim üçün fərqi yoxdur. Mən ona belə bir arqument gətirmişdim ki, sizin qabağınıza 2 dənə əlcək qoyulur. Birini bazardan alıblar. Tutalım ki, sizin sevdiyiniz xanım sizə bunu hədiyyə edir. Birini bazardan alıblar, bu fabrikada istehsal olunub. Birini də özü öz əli ilə toxuyub gətirib. İkisi də kopyadır, eynidir, bir-birinə oxşuyur. Amma birini o öz göz əməyi, belə göz nuru, əl əməyi var, o vaxtını sərf edib sizin üçün toxuyub, birini də bazardan alıb gətirib. Sizcə hansı daha dəyərli olar dedim. O dedi ki, artıq o adamı tanıyıram deyə əllə toxundu o. Yəni orada artıq yaxşı bir arqumentlə onu vurmuşdum da. Eynilə, yəni nəticədən çox prosesin özü də əhəmiyyət daşıyır. Yəni proses həm də hekayəsidir də. O cəhətdən razıyam. Mən şərhləri oxudum, orada çoxlu şərhlər yazılıb. Daha doğrusu oxumadım. İndi oxuyacağam. Gördüm ki, çox şərh yazılıb. Mən sizin dediyiniz bir bu axırıncı misala bir əlavə eləmək istəyərdim. Ola bilərdi ki, sizin dialoq tərəfdaşınız deyərdi ki, mənim üçün ikisi də eyni şeydir. Bir fikirdə ola bilərdi. Amma belə bir cavabın da bir cavabı var ki, zaten sənət əsərində, rəsm əsərlərində zaten hər kəs almır. Hər kəs alırmı sənət əsərini? Yox. Sadəcə necə deyim, xüsusi insan desəm doğru olmaz, amma müəyyən bir kəsim var ki, onlar bu kimi şeylərə daha çox diqqət ayırır, daha çox onlar üçün dəyərlidir. Bəli, hər əsər öz sahibini tapır da, belə deyil. Bundan əlavə, məsələn, hər kəs rəsm alıcısı deyil axı.
xüsusi bir kəsim var. Demək istədiyim, nəzərdə tutduğum məsələ budur. Yəni ola bilər ki, o insan üçün elə insanlar var ki, o əlcəyin ikisi də onun üçün eynidir. O da zaten sənəti almayan və yaxud da buna bu kimi şeylərə necə deyim, diqqəti olmayan, sevməyən insan tipi ola bilər. Ola bilər. Mən orada belə bir fərziyyəm var idi ki, yəni əslində bir əsərdə sənətkarın bizə hədiyyəsidir də bir növ. Daxili dünyasından bizə gətirdiyi bir hədiyyədir də. Ona o cür belə. Ola bilər yaxşı arqument olmayıb, ancaq mən bir cavab vermişdim. Yo, yaxşı cavab. Ah. Yaxşı bir sual qarşısında qoymusunuz. Bir saatımız dolacaq. Mən suallarımın demək olar ki, hamısını verdim. Qısaca belə review eləsək, incəsənət haqqında danışdıq, senzuradan danışdıq. Sonra burada bir siyahı var, onu hazırlamışam, ona baxıram. Tənqidçilərdən danışdıq. Mesaj mı, estetik zövq mü, his mi? Onu da müzakirə edirik qısaca. Belə, mənim ümumi suallarım bitdi, yazdığım suallar. İndi mən şərhlərdən oxuyuram. Şərhləri yazıblar, qısaca onu oxuyum. Sonra tamam oldu, yekunlaşdırarıq ya da belə istəsəz davam Sualları edərik. olan varsa verə bilər, suallar olan. Hə, sualı olan varsa, şərhi olan varsa bildirsin. Mushroom yazıb ki, günümüzün incəsənəti konseptual, ideyası olan incəsənət. İncəsənətin estetik gözəlliyinə qalanda isə Marina Abramoviçin Art Must Be Beautiful performansını önərə bilərəm. Demək istədiyim, nə qədər gözəl olmalıdır desə də əslində demək istədiyi bunun əksidir. İzləsəz nə Marinaya dediyini respekt. bilirsiniz. Aha. Açıq xəbərim yoxdur, mən baxacağam internetdə, amma indi yox. Sonra yazıb stəkanı sənət əsəri adlandıra bilməzsiniz, özünüzü də sənətçi adlandıra bilməzsiniz. Bunu edərək. Çünki siz bununla heç vaxt məşğul olmamısınız. Maraqlıdır. Divara banan yapışdırma cəsarəti tapan insanın təsəvvür edə bilməyəcəyiniz qədər backgroundu var. Bunu edir və sənət olaraq da qəbul edilir. Burada əslində bir maraqlı söhbət var. Yəni mənim əsərimin dəyərini artıran şey mənim sənətlə məşğul olma illərimdirmi? Mən o bir dənə video baxmışdım, tənqidçi idi. O deyirdi ki, ancaq məşhur, tanınan, pulu olan, pulu və ya pullu olan sənətkarlar, incəsənət adamları qabağa gedir, tanınır. Gənclər, heç bir backgroundu olmayanlar tanınmır və dəyərsiz hesab olunur. Bir növ incəsənət dünyasında da ədalətsizlik var sənətkarlara qarşı. Belə bir məsələ varmı? Siz nə düşünürsünüz? Ədalətsizlikmi? Düşünmürəm ədalətsizlik var. Çünki hər bir sənətçi öz sənətini, yəni müəyyən bir müddət sonra formalaşdıra bilər. Amma incəsənət dünyasında ədalətsizlik o baxımdan ola bilər ki, məsələn, onlara kifayət qədər diqqət ayrılmır. Məsələn, emalatxana problemləri var, art menecer problemi var. Yəni bu kimi problemlər var, amma ədalətsizliyin olduğunu düşünmürəm. Özünü ifadə etmək məsələsi də var da. Düzdür, mən bir çox sənət adamlarıyla danışanda onlar ədalətsizliyin olduğunu düşünür və bu şəkildə deyirlər, amma mən özüm öz düşüncə tərzimdə özünü ifadə etmək şəkli var. Məsələn, sən çox yaxşı bir sənətçi ola bilərsən, amma kifayət qədər özünü təqdim edə bilmək bacarıqlarından məhrum ola bilərsən. Bunlar diqqət etmək lazımdır. Məsələn, Picasso niyə bugün hələ də anılan sənətçilərdəndir? Çünki bu adam sənəti ilə yanaşı həm də yaxşı özünü təqdim etmək bacarığı var idi. Mən buradan ağlıma belə bir sual gəldi. Bu yenə pul söhbətinə qayıdır da. Yəni emalxanadan əlavə də gənc rəssamlar və yeni bu incəsənətə yeni başlayan insanların pul problemi olur. Yəni öz işindən əlavə incəsənətlə məşğul olmalıdır. Bu da bir hobbi, məşğuliyyət kimi olmalıdır. Ya da ki, həqiqətən bütün vaxtını sərf edib bu işlə məşğul olmalıdır və onun qarşısında heç olmasa pul almalıdır. Yəni burada belə bir art menecerlər var. Yəni bu işi həyata keçirmək üçün art menecerlər var. İndi mən sualımı gətirim sizin bayaq dediyiniz fikrə. Siz məsələn əsərin hekayəsi sizin üçün vacib idi. Dediniz də, məsələn bir adam sırf pul qazanmaq üçün pul xatirinə bir rəsm əsəri çəkir və gətirir sizə. Onun heç bir hekayəsi, heç bir mənəvi ağır əzabın nəticəsi deyil. Sadəcə olaraq o pula ehtiyacı var idi və o rəsmi çəkdi, gətirdi. Bacarığı var və pula ehtiyacı var idi. Pul üçün rəsm çəkib gətirib sizə satır.
onda siz ona daha az dəyər verəcəksiniz də bir növ. Düz başa düşürəm? Bacarığı var, bəs background-u varmı, yoxmu? Yəni mən üçün, yəni bu fərdi bir şeydir, yenə də deyirəm. Yəni elə bir Hə, situasiya mən ola burdan sonra biz fərdi danışırıq, narahat olmayın. Çox da belə konkret kitabdan cavab verməyə çalışmırıq. Öz aramızda danışırıq. Onsuz da mən bayaqdan öz yəni fərdi fikirlərimi deyirəm. Rahat olun. demək istədiyim məsələ budur ki, yəni fərdi söhbətdən demək istədiyim kifayət qədər açıq deyil. Məsələn, individual, yəni bu adam detallar var. Məsələn, bu adam kimdir? Bu neçə ildir bu işlə məşğuldur? Bunun əsərləri və yaxud da əsərlərində ümumiyyətlə məsələn elə rəssamlar var, neçə ildir bu işlə məşğuldur, amma ola bilər ki, o fərqli necə deyim, kontekstdə işlər yaratdığı üçün mənim diqqətimi çəkməyə bilər. Yəni bu adamın sənət background-undan çox şey asılıdır. Yaxşı. Bizdə amma ümumiyyətlə belə bir fikir formalaşıb ki, sənətkar ac olmalıdır, kasıb olmalıdır. Hamı Van Gogh kimi sürünməlidir. Yəni və ya ümumiyyətlə pul üçün sənətkar pul üçün nəsə eləməməlidir. O maraqlı müzakirədir. Əslində bir adamın bacarığı varsa, hansısa özü hiss eləməsə belə, mən belə düşünürəm də, özünün tutalım ki, hansısa bir səhnəni, hansısa bir hadisəni yaxşı təsvir eləyir, amma özünün heç bir hissiyatı yoxdur o mövzuda. Amma mən bir izləyici kimi ona baxanda mənə nələrsə hiss elətdirir. Artıq orada hekayə və yaxud da o rəsmi kimin çəkdiyi mənə çox maraqlı olmur. O mənə hiss ötürə bilər də. Və bunu pul üçün edirsən, məncə heç bir problem yoxdur. Əsas orada mənim oradan aldığım estetik zövqdür. Amma bizdə ümumiyyətlə belə bir fikir var ki, belə də cəmiyyət olaraq ki, sənət adamı ya kasıb olmalıdır, ya belə əziyyət çəkməlidir. Yəni də belə isti otağında rahat oturub rəsm çəkən adamları çox da qəbul etmək istəmirik. Onlar belə səmimi gəlmir bizə sanki. Bu barədə bir dəfə bir post paylaşmışdıq. Sənət pula xidmət eləyəndə dəyərini itirirmi kimi belə bir təxmini belə bir şey idi. Bir rəssam cavab vermişdi ki, yəni pul ən yaxşı motivasiyalardan biridir və belə bir motivasiya olanda rəssam daha ürəklə işləyir və ən böyük yaradıcılıqlar da elə belə bir motivasiyanın nəticəsində yaranır. Çox maraqlı bir cavab idi. Düzdür, mən də o günə qədər fikirləşirdim ki, sənət pula xidmət eləyəndə dəyəri düşür, amma motivasiya baxımından yaxşı bir fikirdir. Məsələn, sənətkarın yəni bu rəssamın verdiyi cavab ki, bizim üçün bizə motivasiya verirsə və bizim yaradıcılığımızı daha çox dəstəkləyir. Ona görə mən ümumiyyətlə belə stereotipləri də sevmirəm ki, məsələn, rəssam ac olmalıdır, kasıb olmalıdır. Keçən dəfə bir rəssamla da danışırdıq. O deyir ki, məsələn, mən lüks yaşamağı xoşlayıram. Mən belə yaşamağı xoşlayıram. Mən səliqəli geyinməyi xoşlayıram, amma yenə də yaxşı yaradıcılığım var. Yəni belə düşünürəm. Və mən də belə düşünürəm və o rəssamı da elə Allegoriyanın izləyiciləri də çox tanıyır və çox da sevir onu. Hələ onu sevməyən, onun sənətini sevməyən insanlar rastlaşmamışam da. Yəni o belə stereotipləri dağıdan insanlardan biri idi. Yaxşı, əslində o yaxşı cavabdır. Mən o bəyəndim. Çünki da bizim cəmiyyət olaraq pula qarşı belə bir nifrətimiz var da, belə deyək. Pullu adamlara, pulun özünə qarşı sanki bir nifrət var, sevmirik. Əslində orada biz pulu maddi olaraq düşünürük, amma mən o cür yanaşmıram da. O rəssamın cavabı çox gözəl cavabdır ki, yaşamaq ən böyük motivasiya puldur. Yəni belə deyək, ən böyük motivasiya yaşamaqdır. Rəssam yaşamalıdır ki, nəsə bir yarada bilsin. Yaşamaq üçün də adama nə lazımdır? Su, hava, bir də pul. Yəni pul da yaşamaq üçün bir vasitədir də. Yəni onun motivasiyası yaşamaqdır. Rahat yaşamaq, ən azından yaşamaq, survive eləmək belə deyək. Pul da onun bir vasitəsidir də. Yəni onu elə görmək, yəni pulun özünü bir motivasiya kimi görmək məncə də yaxşı bir şeydir. Pis düşünmürəm. Hətta bizim o belə də bəhbəhlə o çəkdiyi ağır əzabları bəhbəhlə qəbul etdiyimiz Van Gogh da öz əsərlərini satmağa çalışırdı. Oradan isə bir pul qazanmaq istirdi, amma alınmırdı heç cürdə. Yəni o yaxşı cavabdır, qəşəng cavabdır, bəyəndim. Digər şərhləri oxuyum. Yazıb ki, fotoaparatla çəkilmiş şəkillə realistik rəsm arasında çox fərq var. Fotoaparatla çəkilmiş şəkil çap edilən zaman ən parlaq və keyfiyyətli kağızla çap edilmiş olsa belə rəngləri solur. Amma boya ilə çəkilmiş rəsm solmur. Canlılığını və parlaqlığını qoruyur. Maraqlı cavabdır. Gün artist. Aha, gün artist. Niyə stəkanı sənət əsəri adlandırmırsınız ki? Mən xrustal stəkandakı bəzəklərə saatlarla baxa bilərəm. Bu da bir yanaşmadır.
Yəni də burada artıq mən orada sərhəddi tapmağa çalışırdım da. Yəni axı ona qalsa onda deməli sənət adında bir terminə ehtiyac yoxdur da. Hər şey sənət əsəridir, hər şey də incəsənətdir. Sanki biz orada bir termin olaraq ad qoymuşuq sana, onun bir sərhəddini bilməliyik. Sanki mən ona görə soruşmuşdum onu. Mən kontekstdə demişdim o sözü. Aha, incəsənət fərdi bir şeydir. Nə ilə empatiya qura bilirsinizsə, o sizə toxunur və onu sənət əsəri adlandıra bilərsiniz. Belə çox elastikdir də. Yəni heç bir sərhədi yoxdur. Mən belə başa düşürəm. Hər şey sənət əsəri ola bilər, hər kəs sənətkar ola bilər. Belə başa düşürəm. Mən bu görüşün adını, bu danışığın adını fərdi qəbul edirəm. Fərdi qoyuram. Çünki bugünün cavablı sualların çoxsunun cavabı fərdidir. Bəlkə də mən özüm jurnalistikadan gələn xarakterdir ki, insanların fikirlərini müdaxilə etməkdə və onların fikirlərini alçatmaqda və yaxud da yüksəltməkdə həssas yanaşdığım üçün bu fərdi yanaşma hissi məndə daha çox qabarıqdır da. Ona görə bəlkə cavablarından çoxsu belə olur, amma sizin anladığınız və dediyiniz axırıncı fikrə də cavabım budur ki, hər şey fərdidir. Amma iş burasındadır ki, elə ən maraqlı müzakirələrdə, ən maraqlı söhbətlərdə fərdi düşüncələr, fərdi yanaşmalar haqqında olandır. Çünki obyektiv, ortaq olan mövzular artıq belə deyək də, çeynənilib, danışılıb, hamı bir qənaətə gəlib, razılaşıb. Ona görə ortaq olanların müzakirəsi daha belə maraqlı və insan nəsə qatmır. Amma fərdi olanlara bura söhbət kimsə öz fikrini başqasına yeritməkdən getmir də. Sadəcə olaraq öz fərdi düşüncəvi, öz yanaşmanı müdafiə eləmək, onu qarşı tərəfə yaxşı təsvir eləməyə çatdırmaq. Bu da məncə müzakirələri maraqlı edən şeylərdən biri budur. Belə müzakirələri dinləməyi çox xoşlayıram və mənə yeni ideyalar gətirir. Əsla belə müzakirələri, nə bilim, əsəbləşdirib filan edib çıxıb getməmişəm də. Yəni həmişə dinləmişəm. Hətta mənə ən belə prinsipli olduğum məsələdə belə əks fikir olanda dinləməyi xoşlamışam. Məsələn, keçən dəfə biz sərgidə idik və bir rəssam orada tamamilə əks fikirlər səsləndirirdi və fikirlərin altında əslində bir qədər boşluqlar var idi və mənim üçün o boşluq kimi qəbul edilirdi də. Amma mən onun sözünü bölmədim. Ancaq onu dinlədim və mənə yeni ideyalar gətirdi o. Yəni mən biraz paxıl davrandım. Onunla müzakirə eləmədim. Çünki müzakirə eləsəydim bəlkə də onda da yeni fikirlər, yeni ideyalar yaranacaqdı. Mən ancaq ondan faydalanmağa baxdım bu məsələdə. Maraqlı. Nicət sual yazıb ki, cəmiyyət sənətə təsir edir, yoxsa sənət cəmiyyətə? Maraqlı sualdır. Cəmiyyət maraqlı sualdır və bu qarşılıqlı təsirdən yaranır. İkisi də qarşılıqlı təsirdən ibarət olaraq taclanır, yüksəlir, zirvəyə qalxır. Belə ki, məsələn, cəmiyyətdə hər hansısa bir problem, hər hansısa bir nə bilim qeyri-adi bir hadisə incəsənəti təkmilləşdirir, sənətçilərə yeni ilham mənbəyi olur və eyni zamanda sənətdəki yaradıcılıqlar da cəmiyyətə təsir edir. Cəmiyyətdə fikirlər yaradır, onların düşüncələrini formalaşdırır. Əla. Əla cavab idi. Mən heç bir əlavəm yoxdur. Buyurun. Yaxşıdır. Razılaşıram. Şərhlər yaman çoxdur. Mən hamısını oxuya bilməyəcəm. Biraz da emosionaldır. Emosionaldır. Maşını tanıyıram, yaxşı fikirləri var və bu yaxınlarda onun sərgisində, qrup sərgisində olmuşdum. Yaxşı bir yanaşması var əsərləri, çox maraqlı gəlir. Nə yaxşı. Maşrumu deyirsiniz. Aha. Bəli. Mənim sizə suallarım bitib əslində. Şərh yazanlar istəsə bəlkə əl qaldırsınlar, onlara söz verək, onlar da fikirlərini səsləndirsinlər. Olar, çox maraqlı olar. Çox gözəl. Bax, mənim tam ürəyimcə olan bir məsələ. Kimin ki etirazı var, kiminsə tənqidi varsa, əlinizi qaldırın birbaşa. Çünki şərhlər çox oldu. Maşrum burdadırmı? Maşrum çıxış eləsin məncə. Çünki bayaqdan məsələn fikirlərini ifadə etmək istəyir, gəlsin. Burdadır. Mən istəyirsə əl qaldıra bilər. Mən onun mikrofonunu açdım. Belə deyim də, əvvəlcə bir xəbərdarlıq edeyim ki, biz hələ də rekord eləyirik. Yəni sonda ola bilər ki, Allegoriyanın YouTube kanalında paylaşılsın. Bunu nəzərə alın. Fərqi yoxdur, narahat olmayın. Yəni ikincisi də ki, mən əslində mənim planım ki, biz söhbətin birinci hissəsi mən sizinlə belə dialoq edeyim, suallarıma cavab alım. İkinci hissəsi sual-cavab olsun.
Sizin də vaxtınız varsa gəlin danışmaq Əlbəttə istəyənlər öz var, fikirlərini mənim üçün bildirin. maraqlıdır. Məsələn, Mushroom Əla. bayaqdan mənim üçün çox maraqlıdır onun fikirləri bu Mən barədə. adını bilmirəm. Buyurun Mushroom. Salam, təşəkkür edirəm məni bu söhbətə qatdığınıza görə. Düzdür, biraz çox danışdım şərhlərdə, biraz da burada danışım. Xoş. Demək istədiyim əslində oydu ki, günümüzdə hal-hazırda biz müasir incəsənətlə məşğul oluruqsa və mən müasir bir incəsənət sənətkar olaraq fikirləşirəm ki, günümüzlə və gələcəyin incəsənəti ilə iç-içə olmalıyıq. Ona görə də hal-hazırda incəsənətdə gözəllik anlayışı, nə bilim, realistlik, bu kimi terminlər mənə görə çox köhnədə qalıb və artıq günümüzün rəssamları bu terminlərlə o qədər də iç-içə deyirlər. Ona görə də mən və mənim kimi müasir incəsənət olanlar daha çox ortaya beyin məhsulu, ideya qoymağa çalışırlar. Hansı ki, günümüzdə başa düşülməyən əsərlərin əksəriyyəti bununla bağlıdır. Ona görə əsərlərin yanında QR kodlar və onların öz hekayələri olur. Əgər izləyici əsərə baxır və onunla empatiya qura bilirsə, nə xoş. Amma qura bilmirsə, onun yanındakı hissədə QR kodla və yaxud da onun hekayəsindən tanış ola bilər və daha dərindən kəşf edə bilər bu əsəri. Çünki hal-hazırda rəssamlar, yaradıcılar, yəni təkcə ortaya vizual görüntü qoymurlar. Həmin vizual görüntünün arxasında daha böyük şeylər, daha dərin ideyalar olur. Ona görə mən fikirləşirəm ki, əsərdə gözəllik axtarmaq ya da nə bilim, vizual görüntü axtarmaq çox köhnə bir termindir. Onda belə çıxır ki, artıq müasir incəsənət ideyadan ibarətdir də. Əlbəttə, müasir incəsənət ancaq ideyadan ibarətdir. Əslində ancaq da deyə bilmərəm. Çünki incəsənət çox sərhədsiz bir şeydir. Yəni kim nə istəsə onu da yarada bilər də. Amma müasir incəsənət günümüzün reallığı budur. Mən belə bir şey eşitmişdim ki, deyəsən İspaniyada hardasa bir adam unitazı gətirib qoyub zərgicin ortasına və deyib ki, bu mənim əsərimdir və onun üstünə çoxlu məna yükləyib də. Bəli, mən onu kommentdə də yazmışam. Siz dediniz ki, bəs onda bu deməkdir ki, hər kəs sənətçidir və hər şey incəsənət əsəridir. Mən də sizə dedim ki, bu əslində çox köhnə bir termindir də. Bəlkə də 1970-ci ildə olub deyəsən, dəqiq yadımda deyil. Sizin dediyiniz Marcel Duchamp'dır. Marcel Duchamp götürüb, bəli, pisuarı qoyub və deyib ki, bu incəsənət əsəridir, mən də rəssamam. Və bununla bütün stereotipləri qırıb və həqiqətən orada demək istəyib ki, bütün insanlar sənətçi ola bilər və hər şey sənət əsəridir. Ona görə ready-made deyə bir termin var və ready-made də o deməkdir ki, istənilən bir əşyaya, obyektə siz yeni bir məna yükləyərək onu incəsənət əsərinə çevirə bilərsiniz. Mən bir fikir bildirmək istəyirəm. Buyurun. Təşəkkür edirəm Aliyə fikirləriniz üçün. Amma məsələn, axırda deməsəydiniz ki, ancaq yox, yəni onu düzəltməsəydiniz, orada bir fikir belə arxa çəkmək istəyirəm ki, biz modern incəsənət, günümüzdə modern incəsənəti də eyni zamanda ənənəvi incəsənəti də qəbul etməli və hər ikisinə sayğı ilə yanaşmalıyıq. Məsələn, adətən, çox maraqlı olardı ki, bir modern incəsənətlə məşğul olan şəxs və bir də ənənəvi incəsənətlə məşğul olan şəxs dialoq olsun, debat olsun, onları dinləyək. Amma hazırki vəziyyətdə qarşı tərəf olmadığı üçün bir balanslıq yaratmaq üçün fikrimi dedim. Təşəkkürlər. Xoşdur, buyurun. Mən sual vereyim, bilirəm fikriniz var, o sual davam edeyim. Bilirsiniz, mən orada bir sanki haqsızlıq görürəm. Bir nəfər, bir rəssam, bir sənətkar, heykəltıraş oturur, aylarla vaxt sərf edir və çox detallı, çox yaxşı, çox gözəl bir heykəl ortaya qoyur. Və onun da hekayəsi var. O da hansısa bir əfsanənin, hansısa hadisənin bir heykəlidir də, belə deyək. Sonra bir nəfər də gedir, zavodda, fabrikdə istehsal olunmuş, heç bir insan əməyi keçməyən bir dənə unitazı gətirir, qoyur ki, bu da əsərdir, o da əsərdir. Burada o heykəltıraşa biraz haqsızlıq olmurmu? İkisini də sənət əsəri adlandıranda, yəni sanki nəsə orada çatışmır məncə. Başa düşürəm nə deyirsiniz. Ağlıma bir hekayə gəldi. Ümumiyyətlə, sənət əsərləri, incəsənət cərəyanları dövrlərə bölünür də. Əvvəlcə realizm gəlirdi, sonra gəldi impressionizm, nə bilim, fovizm, sürrealizm,
və nəhayət modernizm bitdi və hal-hazırda biz contemporary dövrdə yaşayırıq. Daha müasir, çağdaş incəsənət adlanır bu dövrdə. Bu hər bir cərəyanda bir əvvəlkini təksib eləyərək ortaya çıxırdı. Məsələn, siz deyirsiniz bir heykəltaraş çox əlləşir vuruşur və ortaya çox möhtəşəm bir heykəl nümunəsi götürür də. Bu həqiqətən tutaq ki 1800-cü illərdə belə idi. Hansı heykəltaraş möhtəşəm bir əsər ortaya qoyurdu. Fovizm cərəyanında belə ortaya çıxmışdı elə. Deməli, fovizm cərəyanına qədər heç kəs çiy rənglərdən istifadə eləmirdi də. Yəni tutaq ki, götürüb qırmızı rəngi birəbir kanvasın üzərində istifadə eləmirdi ya da nə bilim, bütün rənglər realizmə yaxın idi. Bir gün bir qrup rəssam bir salonda Fransada özlərindən kəşf eləyirlər və başlayırlar vəhşi kimi rəsmlər çəkməyə də. Yəni o günə qədər hər şey çox realistik çəkilirdisə, həmin o bir qrup rəssam, fovistlər başlayırlar çox qəribə istənilən rəngi kanvasın üzərinə tökərək oradan çox parlaq rənglərdə rəsmlər çəkirlər. Bir sərgi qurulur. Sərgidə düz ortada çox mükəmməl bir əsəri qoyulur. Onun qırağında isə həmin digər rəssamların əsərləri asılır divardan. Və bu əsərlər də dediyim kimi heç dövrünün əsərlərinə uyğun olmur, vəhşi kimi çəkilmiş rəsmlər olur. İnsanlar da gəlirlər, baxırlar, hər kəs deyir ki, bu nə əsərlərdir də, yəni günlərində belə bir əsərlər mümkün deyil də çəkmək də. Deməli, bir jurnalist olur, jurnalist götürür, yazır ki, ortadakı heykəl əsəri Donatello'dur, qırağında isə vəhşi heyvanlar var da və fov sözü də buradan gəlir. Donatello vəhşi heyvanlar arasında. Yəni, o vaxtdan belə ortaya qoyulmuş qeyri-ənənəvi şeylərə baxış bir mənalı deyil. Yəni, nə vaxt ki, yeni bir şey ortaya qoyursunuz, o heç cür qəbul olunmur da. Məsələn, sizə də bu əslində şey kimi gəlir, necə deyim, ədalətsiz bir şey kimi gəlir. Amma onların o şeyə gəlib çatması üçün bəlkə də həmin heykəltaraşın əl əyməyindən daha böyük background var. Elə bilirsiniz ki, biz əgər ortaya contemporary art nümunəsi qoyuruqsa və hansısa bir əşyaya, hekayə qoşuruqsa, bu hekayə üçün biz oturub saatlarla, günlərlə, aylarla fikirləşmirik. Əgər bir yerdə əl əməyi varsa, digər tərəfdə isə beyin əməyi olur. Bunu başa salmağa çalışıram. Başa düşdüm. Çox sağ olun. Mən sizə bir sualım olacaq, amma istəyirəm Mir Bağır da əl qaldırıb o fikrini desin. Sonra mən davam edəcəm. Sualım ağlımdadır, yazmışam dəftərimə. Buyurun Mir Bağır. Salamlayıram hər birinizi. Mən mövzu incəsənət yeri deyə mən daha çox yəqin kino üzərindən bir-iki misal göstərəcəm. Amma çalışacağam ki, rəssamlığa da bunun biraz aidiyyatı olsun. Demək, yəqin nəyin üzərinə fikir bildirməyi birinci istəyərdim. Maşrum xanım bildirdi ki, gələn yeni o birini təkcib eləmə üzərinə qurulub. Məncə bu həmişə belə olmayıb və belə olmaq məcburiyyətində də deyil. Kinoda yəqin Dogmanı bilirsiniz, Dogma 95. Lars von Trier, nə bilim, Winterberg, bunlar o vaxtı çox şey təkcib elədilər və dedilər ki, biz Dogma yaradırıq. Bu ənənəvi kino dilinə qarşı idi. Yəni orada işıqdan istifadə eləmədilər falan bəsməkən. Çox eybəcər görüntülərlə bir xeyli filmlər olub. Dogmada 100-dən çox film çəkilib. Hətta adı belə qoymurlar filmə. Eyni zamanda Fransa yeni dalğası da bir növ ənənəçi filmə qarşı gəlib. Amma düşünmürəm, bu misallar çoxdur. Film üzərindən deyirəm sadəcə. İtalyan realizmi də. Onların heç biri amma sonradan zaman göstərdi ki, öz yerini daha doğrusu üst olmadılar. Estetik olaraq da, sənət dəyəri olaraq da ələ keçirmədilər. Yəni növbətçi gəlib inkafa getmədi. Yəni Bressona qarşı yaranmış belə deyək də Fransa yeni dalğası heç də Bressondan güclü filmlər ortaya qoymadılar, Godard falan. Eyni zamanda Dogmada heç ümumiyyətlə ələ gələsi film demək olar yoxdur. Sonuçta bu
onu göstərirdi ki, yəqin visual storytelling eləmək lazımdır. Çünki insan beyni, bizim hisslərimiz bu harmoniyanı görəndə onu qəbul edir də. Biz ora hər hansı bir podteksti yükləməyimizlə deyil. Biz öz hisslərimizə güvənməliyik və hisslərimiz bizi harmoniyaya olan bir yerə aparar. Bu onunla bağlı, bu o fikrə bağlı münasibətimdir. Digər də o sənətdə sadələşmə ilə bağlı, demək, Kiarostaminin son filmi var. 24 kadr adlanır film. Hər biri 5 dəqiqə çəkən 24 dənə kadrdan ibarətdir. Belə kamera düz qalır. Yəni birinci kadrı bir rəsm əsəridir. Orada bir hərəkətlənmə verib. Deyəsə Peter Bruegel'in əsəridir. Amma Kiarostami o filmə qədər çoxlu filmlər çəkib də, yəni belə böyük filmlər çəkmişdi. Bunu da bir element olaraq öyrənmişdi. Amma bu anlama gəlmədi ki, Kiarostaminin axırıncı filmi şedevr idi. Yəni o sadəcə elə 24 videodan ibarət bir filmdir. Yəni həmişə belə olmur. Həmişə belə deyək də sənətkarın adı hər hansı bir əsərin üstünə gələndə onu şedevrə çevirmir. Yəni sadəcə Kiarostaminin elə şedevr filmləri də vardı. Onlar şedevr olaraq qaldı. Kiarostaminin sonuncu 24 frame isə sıradan bir eksperiment kimi belə deyək tarixə keçdi. Bu da həmişə belə olmur deyə düşünürəm. Yəni bir əsəri əsər eləyən onu elə öz dəyəridir. Onun adı həmişə, onun əsərin müəllifinin adı həmişə onun yanına gələndə düşünürəm ki, bu visual storytelling də belədir. Yəni yəqin ki, əsərlərdə də rəsm əsərlərində də belədir. Rəsm əsərinin dəyərini qiymətləndirə biləcək sənətşünaslar var və orada onun adı nə qədər olsa belə hər hansı bir visual storytelling deyə bir şey olmalıdır və ona görə qiymətləndirir. Belə, bu qədər üzr diləyirəm, biraz çox danışdım. Təşəkkürlər, maraqlı Təşəkkürlər. fikirlər idi. Mən bir də burada Ülker xanımın danışmağını istəyirəm, onun da fikirlərini bildirmək istəyirəm. Aha, Bildirməyini buyursun. istəyirəm daha doğrusu. Mikrofonunu açdım mən onun. Mikrofon Yaxın sizdə, Ülker xanım. Salam, səsim gəlir? Gəlir. Salam. Salam hamıya. Çox gözəl bir söhbət idi. Öncəliklə təşəkkür edirəm. Çox maraqlı mövzular döndü. Əslində bir çox şey danışıldı. Nədən danışım tam olaraq bilmədim. Şərhlərdə də yazırdıq deyə. Nəsə sualınız varsa istəyirsiniz deyin, amma sadəcə bir dənə bir şeyə vurğulamaq istəyirəm ki, əslində burada hansısa bir sənət sahəsini istər müasir olsun, istər ənənəvi olsun, kənarlaşdırmaq deyil. Hər ikisində çox gözəl əsərlər hal-hazırda da yaradıla bilər. Sadəcə önəmli olan birinci növbədə hisslə bağlıdır. Çünki biz incəsənətin tərifini də verəndə bilavasitə onu emosiyaya bağlayırıq və adi bir qara kvadrat belə ki, Maleviçin belə bir məşhur əsəri var. Əgər sizdə hiss oyadırsa, o demək ki, yaxşı bir sənət əsəridir. Təbii ki, hamı da eyni hissi yarada bilməz. Yəni mən bəyənməyə bilərəm, Mədinə xanım məsələn bəyənə bilər. Amma ki, bu o demək deyil ki, orada sadəcə qara boyanı yaxıb deyə və çox az bir müddət istifadə edib deyə bu sənət əsəri sayılmır. Eyni şəkildə çağdaşdır. Bu arada müasir incəsənət deyə vurğuladığımız şey əslində bir qədər 19-cu əsrdə yaranan bir məfhumdur. Bu impressionistlərdən üzü bu yana gələn bir şeydir. Amma bizim hal-hazırda güncəl olaraq danışdığımız mövzular daha çox çağdaş incəsənəti özündə etibar edir. Contemporary deyil, mən müasir deyirəm də. Hə. Bəli, contemporary, konseptual, yəni necə siz adlandıra bilərsiniz. Və burada hər hansı bir predmet, bəli, bir qədər əvvəl Aliyə, yəni Maşrumda qeyd elədiyi kimi, sənət əsəri ola bilər. Önəmli olan siz orada hansı fikri bildirirsiniz. Əslində, lap qədim dövrə getsək, onsuz da ilkin insanlar bir əşyanı yaradanda onun utilitar funksiyasını nəzərdə tutublar. Yəni rahat bir şəkildə qab kimi, stəkan kimi istifadə edə bilsinlər. Amma daha sonra onlar üzərinə qoyulan naxışlar onlara bir bədii tutum verir. Təbii ki, onlar bunu bəlkə də şuurlu şəkildə eləməyiblər, amma daha sonra tənqidçilər bunu o dövrün sənət əsəri kimi hal-hazırda muzeylərdə də saxlanılır və biz də gedib bəhbəhlə baxırıq, əgər təsdiqləyirsizsə. Və bu da həmin şeyin bir növ müasir versiyası kimi düşünə bilərsiniz. Bu stəkandır, bəli, biz bunu evdə su içirik, çay içirik, amma siz o stəkana bir bədii tutub, məsəl üçün orada hansısa bir dirənişi, hansısa bir, nə bilim, bir ideyanızı qoyursunuzsa və onu qalereyada o cür təqdim edirsə, bu artıq bəli bir sənət obyekti ola bilər. Və bir də və o proses çox önəmlidir. Sənətçinin keçdiyi proses çox önəmlidir və bəzən həmin yaradılan sənət əsəri yox, proses sənət olur. Məsəl üçün konseptual rəssam sənətçilərdən deyəcəm, Yoko Ono.
məşhur qrupunda John Lennon'un həyat yoldaşı olan Yoko Ono'nun belə bir eksperimenti var. Vərəq üzərinə toxumlar qoyur, boyaya batırılmış toxumlar və onu küləyə çıxarır və o toxumların yaratdığı vizualı sənət əsəri kimi təqdim edir. Burada təbii ki, orada toxum və boya deyil önəmli olan. Orada önəmli olan küləyin yaratdığı vizualdır və prosesi bir sənət əsəri kimi qoyur. Yəni burada proses artıq sənətdir. O yaranan, çünki hamımız təbii ki, əlimizə boya alıb vərəqi rəngləyə bilərik. Amma orada biz nəyi göstərmişik? Yoko Ono orada küləyin təsvirini göstərir, yəni prosesi. Məsəl üçün kinodan bir qədər əvvəl dinləyicilərdən biri vurğuladı. İran kinosundan misal gətirdim. Mən çox sevirəm İran kinolarını və Cəfər Pənahinin belə bir filmi var. Bu film deyil. Film çəkib, amma filmi necə çəkirlər, onu göstərib. Əslində film deyil, amma eyni zamanda filmdir. Çünki prosesi dərir. Yəni, müasir dövrdə bu cür yanaşmalar mövcuddur və onları biz bizim standartlarımıza artıq illərdir şuurumuza yeridilən normalara uymur deyə sənət əsəri deyil deyə bilmərik. Belə. Çox sağ olun. Təşəkkürlər. Hər zaman aydın, konkret. Yox, sağollaşmırıq. Hələ əks arqumentim var. Mənim sualım bitməyib. Hə? Aha, bəli, buyurun. İki, burada həm sizin, həm də Mushroom'un dediyi iki dənə belə sualım olacaq. Birinci sual, indi sənət əsərini belə dəyərli eləyən şeylərdən biri də onun təkrar olunmaz olmalıdır da, unik olmalıdır. Belə. Bəli. Amma indi bu konseptual artda zavodda, fabrikdə eyni formada təkrar oluna bilən, milyonlarla təkrar olan bir stəkanı, nümunə dəyişən stəkanı artıq stəkan gətirib qoyurlar ora. İndi deməli burada ütü stəkan nədirsə. O stəkan artıq heç bir unikliyi yoxdur. İndi yaxşı, hekayə söhbətinə gələcəm. Siz burada belə cavab verəcəksiniz ki, onun yanında QR kod var, onu oxutsan, başa düşəcəksən ki, bu stəkanın hekayəsi nədir. Axı, yəni mən artıq o QR kodu oxuyub, telefonumda onun haqqında o yazını 10 dəqiqəlik, 5 dəqiqəlik yazını oxuyanda keçirdiyim hisslər telefondakı yazı ilə mənim aramdadır. Stəkan artıq itdi. Mən o stəkana baxanda o hissi yaşamıram. Mən o yazını oxuyanda, o tarixçəni biləndə o hissləri yaşayıram və mən o QR kodla artıq bir bağ yaratdım, stəkanla yox. O yazını bitirəndən sonra o stəkana baxacağam, deyəcəm, hə, bunun belə hekayəsi var imiş. O artıq orada stəkan olmasa da olar. Mən evimdəki stəkana da baxsam, o hekayə yadıma düşəcək də. Yəni onda belə çıxır ki, siz hekayə danışırsınız. Bunun üçün artıq o stəkana nə ehtiyac var? Siz elə kitab yazın, onun hekayəsini yazın. Biraz yəni kobud olsa özü istəyirəm belə bir sadələşdirməyə çalışıram fikrimi. Və yaxud da ki, məsələn, YouTube-da bir kanal açın, oturun bizə 10 dəqiqə izah edin ki, o stəkanın mənası hekayəsi nədir? Yəni oradakı demək istədiyim nədir? O stəkan artıq əsər deyil. Orada abstrakt, mücərrəd olan sizin hekayənizdir, sizin o QR kodunuzun arxasında olan yazıdır. Stəkanın heç bir mənə görə, yəni stəkanın orada xüsusi bir dəyəri olmadı. Çünki o stəkanın mənim evimdəki stəkan kopya, eynidir, heç bir fərqi yoxdur. Qırılan kimi də dəyişirəm. Belə bir şey. Başa düşdüm. İndi belə deyim də. Bəli. Əgər sizin nöqteyi nəzərə alsaq, bəli, orada önemli olan, yəni sənət əsəri olan stəkandır. Deyirsə QR koddan oxuyacağam və QR kodla mənim aramda bağ yaranacaq. Demək ki, onda QR kod da orada sənət əsəri. Yəni konseptual incəsənət odur ki, konsept sözündən gəlir, ideya. Orada stəkanın əvəzinə nəlbəti də qoya bilərsiniz. Amma ideya eyni qalır. Demək ki, orada sənət əsəri olan ideyadır. Oradakı obyekt deyil. Bəli, o stəkanı siz gedib hansısa bir qab mağazasına milyonlarla ala bilərsiniz. Amma ki, onun o dediyiniz sərgidə qoyduğunuz QR kod hansına aiddir? Yəni burada önəmli olan yenə də dediyim kimi obyekt deyil. Stəkan, nəlbəki, qab, qacaq və yaxud da başqa bir şey deyil. Orada qoyduğu ideyadır. O ki, qaldı siz, əgər mən hekayə danışmaq istəyirəmsə, niyə görə YouTube kanalı açmıram və yaxud da kitab yazmıram? Bunlar hər biri, indi əslində nəzərə alsaq ki, yəni YouTube-da da çox böyük kontentlər olunur. Əslində onu da bir art proses kimi və yaxud da hər hansı bir proses kimi qeyd eləsək, deyək ki, o da bir art proses kimi eləyək də. Hamı kitab yaza bilməz axı. Hamı videoda özünü o qədər rahat ifadə edə bilməz. Mən bəlkə kamera qarşısında özüm rahat ifadə eləmirəm, amma ora bir obyekt qoyuram və kənara çəkilirəm qalereyada və baxıram insanlar ona necə reaksiya verəcək. O sizin bayaq dediyiniz açıq eynək söhbətində. Orada məsələ eynək deyil. Orada məsələ eynəyin dediyi ideyadır. Konseptual incəsənətin zaten məğzi buradan gəlir ki, konsept var orada. Və əgər siz QR kodla, yəni QR kod burada simvolikdir də, QR kod ideyanı göstərən yazı hissəsidir.
Əgər siz oradakı o ideyanı etifa edən yazı ilə bağ qurursunuzsa, demək ki, o yazı orada şeydir, nə deyirlər, art obyektdir. Mən məsəl üçün son sərgimizdə ki, Maşrum da o sərginin iştirakçılarından biri idi. Bizim orada sərgidə bir çox rəssamların işlərində yazılar var idi və əslində siz heç QR kodu oxumadan da o yazılardan da nələrsə anlaya bilərdiniz. Demək ki, orada o yazı onun art obyektidir də. Yəni sizdə o hiss oyadan odur, o da art obyekt. Sizdə nə hiss, emosiya yaradırsa, nəyin ideyası sizdə okeydirsə, bu özdə hiss həyəcan ancaq bu estetika sözü ancaq gözəlliyə bərabər deyil. Estetika sözünün tərcüməsi hiss eləmək, duymaq deməkdir və hiss duyğu heç vaxt hər zaman yəni gözəl şeylərə bərabər olmur. İkra hissi doğura bilər, qıcıq. Siz də hətta verilişin əvvəlində dediniz ki, qıcıq hissi yaratmalıdır incəsinə təsəvvür. Qıcıq hissi ola bilər, qorxu ola bilər. Yaradılan hər bir hiss sizdə oyanır, o deməli sənət əsəridir. Və sənətçi bir adama belə təsir edirsə, o deməli sənətçidir. Mən cavab verə bilərəm. Buyurun. Mən əslində Ülkərə hardasa qatılıram, amma eyni zamanda demək istəyirəm ki, əgər sizin üçün bir stəkan sənət qalereyasındakı stəkan, evdəki stəkanla eynidirsə, bu artıq daha bir üst leveldir ki, artıq incəsənət burada demək istəyir ki, stəkan bir beynəlxalq əsərdir də. Yəni siz artıq harda o stəkanı görsəz, istənilən stəkanı görsəz, həmin əsəri xatırlayacaqsınız və stəkan artıq stəkan olmaqdan çıxacaq və daha bir beynəlxalq termin halına gələcək, incəsənət termini halına gələcək. Bu mənə daha çox təsir elədi. Eynən. Çox gözəl cavab idi. Deməli, bir də şey əlavə eləmək istirdim. Ai Weiwei deyə bir rəssam var, yaradıcı var. Çinli. Ai Weiwei semiçka tumları yoxdur. Həmin semiçka tumlarını Yaponiyada işləyən, ümumiyyətlə də bilirsiniz necə şey? Sən bilirsən Ülkər onu? Bilirəm, Ai Weiwei. Bir də onu danışdım, onu danışa bilməyəcəm. İstəyirəm onu danışasın. Semiçka tumlarını tam dəqiq deyəmərəm, amma onun məktəbli çantaları ilə bağlı olan installyasiyasını yox, yəni onda deyəcəm özüm. Deməli, fabriklərdə qadınlar, ümumiyyətlə insanlar dəhşət çox işlədilirlər və yəni over işləməli olurlar da. Ağır əmək üzərinə idi bu əsər və həmin insanlara o milyon ədəd olur ya 2 milyon ədəd olur, semiçka tumunu hazırladır və bu semiçka tumu da şüşədən olur ya nədənsə belə bir materialdan olur ya plastikdən olur da. Gətirir onu sərgi salonunun ortasına tökür və insanlar gəlib bu semiçkalar eyni semiçka boyunda və tamamilə ona oxşar görüntüdə olur da. Orada məsələn QR kod olmasa, heç bir yazı olmasa da bu hekayəni bilsəz ki, əslində bu semiçkaların ora tökülməsi, necə bir şəraitdə işləyən insanların əl əməyinə göndərmədir. İnsana bu təsir eləyir də, yəni necə ola bilər ki, siz deyə bilərsiniz ki, həm mənə bir şey təsir eləmədi. Mən onun hekayəsini bilənə qədər, bilməyənə qədər bir şey hiss eləmədim, biləndən sonra da bir şey hiss eləmədim də. Ya da biləndən sonra əsər mənim üçün qaldı qıraqda, yəni sadəcə hekayə fokuslandım. O da orada qalıb və sizin, yəni necə deyim, diqqətinizə ehtiyacı var da. Yəni o diqqəti ona vermədən keçmək olmaz. Mənə çox təsir eləmişdi bu əsər və yaxud da buna oxşar digər əsərlər də. Mən o hekayəni biləndən sonra mənə o qədər təsir eləyir ki, yəni əsərə baxmadan keçməyə bilmirəm də. Əsərin hekayəsi, əsərin ümumiyyətlə təsir ediciliyi məndə 1-ə 10 artır və əvvəldə gördüyümdən daha çox təsir eləyir mənə. Yəni sizə necə təsir eləməyə bilər, mən başa düşə bilmirəm. Elə onun çox qısa bir haşiyə çıxım. Ai Weiwei-dən söhbət düşmüşkən, bayaq qeyd etdiyim o uşaq məktəbli çantalarla bağlı olan installyasiyası rəssam sənətçi eyni zamanda dövrünün də əgər provokativ sənətçidirsə, aktivistdirsə, dövrünün problemlərini də birbaşa işıqlandırır. Və o dövrdə, onun yaşadığı dövrdə Çində çox böyük bir zəlzələ olur və zəlzələ əslində belə qeyd olunur ki, Çin hökumətinin ehtiyatsızlığı nəticəsində olur və orada qəzalı şəraitdə fəaliyyət göstərən məkinası darmadağın olur və yüzlərlə uşaq orada vəfat edir. Və bundan təsirlənən Ai Weiwei uşaqlı yüzlərlə, yəni neçə dənə səhv etmir, yəni miqdarı yadımda deyil,
filan qədər deyək də 100 nə qədərsə, 1000 nə qədərsə uşaqlıq çantasını gətirir həmin binanın önündə bir installyasiya kimi qurur və orada sadəcə uşaq çantası var, məktəbli çantası, başqa heç nə yoxdur. Amma həmin dövrdə yaşayan bir Çinli vətəndaş əlbəttə başa düşür ki, bu həmin hadisəyə bir göndərişdir və istər-istəməz ondan təsirlənir və başa düşür ki, bu bir növ onların həm Çin hökumətinin tənqid edir, həm də onların belə deyim də orada vəfat edən uşaqların ruhuna bir hörmət kimi də. Və hətta Ai Weiwei buna görə Çindən qovulub, yəni polis tərəfindən də tutulub, qovulub da çox çətin həyat yaşayıb. Amma indi yaxşıdır. İndi yaxşı yaşayır. Bu məsələ, bu Çində zəlzələyə diqqət çəkmək, sənətlə diqqət çəkmək məsələsini bilmirəm. Ülkər çox ağır bir nüansdır. Hətta biz bayaq incəsənətin cəmiyyətə təsirindən sual verildi. Bu onun üçün yaxşı bir örnəkdir. Yəni əslində rəssamların hamısına eyni yükü yükləmək olmaz. Hamısından aktivist, provokativ olmağı istəyə bilmərik. Hamısından cəmiyyətin problemini işıqlandırmağı istəmirik. İncəsənət biraz səmimiyyət məsələsidir. Mənə nə səmimi gəlirsə, mən onu təsvir etməliyəm. Mən bəlkə özümün öz fərdi yaşantım mənə daha səmimi gəlir və mən öz fərdi yaşantımı, öz nə bilim tənhalığımı və yaxud da sevincimi, kədərimi göstərəm. Deməsə isə cəmiyyətdə olan problem qıcıq yaradır və o əsərində provokativ olur. Kiməsə tarixi bir hadisə ilə gəlir, tarixi rəssam olur, məsələn, tarixi sənətçi olur. Yəni ki, hər rəssama da eyni yük yükləmək düzgün deyil. Bu biraz insanlar fərqlidir, rəssama da təbii ki, fərqlidir. O fərdiyyət söhbətinə gəldik yenə də. Təşəkkür edirəm cavablarınız üçün. Mən belə başa düşdüm ki, belə bir nəticəyə gəlirik ki, əslində contemporary art daha çox ideyalar üzərindəndir. İdeyalar sənət əsəri olaraq təqdim olunur və insanlara təsir edir. Mən indi burada bir nəfər şərh yazıb, mən gördüm maraqlı gəldi. Mövzulardan əlavə belə yazıb ki, nəyin sənət əsəri olduğuna sənətçi qərar verir, Ziya bəy yazıb. Nəyin sənət əsəri olduğuna sənətçi qərar verir. Gülmə işarəsi, bilmirəm, ironiyadır yoxsa birbaşa fikirdir. Qara cəmaət deyil ki, qara cəmaət çox iddialıdır. Bu özü başlı-başına bir müzakirə mövzusudur. Yəni sənət əsərinin başa düşmək üçün mənim bir təhsilim, mən bir qara cəmaətdən yox, orta və yuxarı cəmaətdanmı olmalıyam ki, mən o sənət əsərini başa düşüm, sənət əsərindən zövq alım. Bu qara cəmaətin problemi nədir? Mən də burada qara cəmaətin nümayəndəsiyəm də sizə danışıram. Mən belə sərhədlərə bölməyin, belə qruplaşdırmağın əleyhinəyəm əslində. Onda mən o mesajı qoyduğum ürəyə götürdüm, amma Maşrum ona ürək qoyub ki, yəni yəqin razılaşır. Yəqin ki, o ironik yanaşma ilə razılaşır. Bu əslində başqa bir məncə podkastın mövzusudur. Çünki burada illərdir, əsrlərdir gedən bir ikili mübahisə var. Sənət sənət üçündürmü, yoxsa sənət hamı üçündürmü? Bunu indi əgər otursaq danışmağa gərək biz bütün gecə burada olaq. Elədir. Çünki buna sənətçilərin, hətta sənət üçündür deyən sənətçilərin belə yanaşmaları tamam fərqlidir. Eyni söz deyirlər, amma fərqli cür açıqlayırlar. Ona görə böyük bir müzakirə mövzusudur. Gənclər, Ülkər xanım, Maşrum xanım, Ali xanım, yəni müzakirəsi maraqlı idi. Ülkərin o zəlzələ ilə bağlı fikri mənim üçün xüsusilə maraqlı idi. Çünki mənim öz bu məsələ ilə bağlı məlumatım yox idi. Bunun üçün təşəkkür edirəm fikirlərini bildirdikləri üçün. Başqa fikrini bildirmək istəyənlər varmı? Mən bir dənə şərh oxuyum. Sonra 5-6 dəqiqə sonra yekunlaşdıra bilərik. Əlavə mövzu açmadan. Şərh yazılıb, sonra Samir yazıb, onu da oxuyaq. Ziya bəy yazıb mikrofon ver, iddiamızı təməlləndirək. Amma bu artıq xanım dedi ki, bu başqa müzakirə mövzusudur. O artıq söhbət uzanacaq gecə saat 2-yə qədər gecə söhbət. Bəlkə gələn dəfə onu danışarıq. Həmin mövzunu danışarıq. Qara cəmaət sənət üçündürmü, yoxsa necə bu mövzunu danışa bilərik. Deməli, Samir yazıb, sənətin fərdi olduğu və ideyanın əsas element olduğu barədə deyildi. Belə sual çıxır ki, əgər bir şəxs sənət əsərinin ideyasını başa düşmək üçün lazım olan məlumatlara malik deyilsə, onun muzeylərə, səhifələrə gedib incəsənətə sadəcə tamaşa etməsi ona nə qədər fayda verəcək, nə qədər maarifləndirici olacaq. Buradan sən fərz edirsən ki, maarifləndirməlidir. Sənət əsəri maarifləndirməyə, sırf zövq üçün, insanı rahatlatmaq üçün ola bilər.
Burada təkcə müasir Kanın qeyd etdiyi QR kodlu əsərləri nəzərdə tutmuruq. Məsələn, klassik Avropa incəsənətinin bir çox nümunələrinə başa düşmək üçün xristianlıq, Bibliya və onunla əlaqəli hadisələr, əhvalatlar, mifologiyalar və s. barədə məlumat olmaq lazımdır. Amma orta statistik şəxs adətən bu məlumatlara malik olmur. Yəni hekayəni bilmirsənsə, estetik zövq alırsan. Estetik zövq almırsansa mənim kimi fərdi olaraq deyirsən ki, bu sənət əsəri deyil. düz cavab verdim. Düz cavab verdim Mədnə xanım. Mən əslində buradan bir sual anlamadım. Adam zaten öz fikrini bildirib və yəni öz fikri ilə xoşbəxtsə. Allah. Əla. Əla. Gəlin artıq yekunlaşdıraq. 1 saat 20 dəqiqə. 30 dəqiqə. Hə, 1 saat yarım Oldu. oldu artıq. Mən bir şey Aha. demək istəyirəm sizə. Yekun sözlərinizi buyurun. Aha, sizə təşəkkür istəyirəm çünki fəaliyyətinizi biz ən başdan, yəni ən kiçik addımlardan birgə irəliləmişik bir qədər və sizin mənim bayaq dediyim gəncləri çayxanadan çıxarıb onları yaxşı şeyləri yönləndirmək məsələsində sizin də əməkləriniz var. Hansı ki kanalınızda paylaşdığınız mövzular bunun üçün, yəni necə deyim, maariflənmək üçün yaxşı mövzulardır və insanlara sual yarada bilirsiniz. Bunun üçün təşəkkür edirəm və bugünkü görüşü təyin etdiyiniz üçün də təşəkkür edirəm. Çox sağ olun Tunay bəy. Mən təşəkkür edirəm. Həqiqətən Ağac kanalı yaranandan bəri Allegoriya Telegram kanalında həqiqətən bizim kanalımıza, yəni mənim kanalıma çox dəstək olmusunuz. Təşəkkür Və edirəm. sizdən eynən qarşılıqlı olaraq. Maraqlı, mənim belə xoşum gəlirdi yəni Allegoriyadan, ona görə də birlikdə getmək mənim xoşuma gəldi, yəni xoş oldu. Söhbətimiz çox yaxşı alındı, mövzu məncə yaxşı oldu. Hamı sona qədər dinlədi, 14-15 nəfər. Dinləyicilərə də təşəkkür edirəm. Kül oldu ən əsas. Bəli. Maşruma və Ülkər xanıma da xüsusi təşəkkür edirəm. Mikrofon asdılar. Mirbağıra da təşəkkür edirəm. Mikrofon asdılar, öz fikirlərini dedilər. Məni susturdular. Çox sağ olun. Maraqlı söhbət oldu. Gələn görüşlərə qədər əgər Allegoriya səhifəsini izləmirsinizsə mütləq Telegramda izləyin. Özünüzə yaxşı baxın.